Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzdan etibarən DİM-in 2025-ci il buraxılışı olan 9-cu sinif DİM test toplusunun suallarını, izahlarını paylaşacağım. Morfologiya bəhsindən başlayırıq izahlara. İsim bölməsidir. Siz də morfologiya bəhsindəki bütün testlərin izahlarına bir-bir baxmaq istəyirsə kanala abunə olub, videolarımızı bəyənib paylaşaraq bizə dəstək ola bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. Düzəltmə isimlərdən biri isimdən yaranıb. Çağırış sözünün kökü çağırmaq, çağırış. Deməli, çağırış ismi çağırmaq feilindən yaranıb, isimdən yox. Sabitlik sözü sabit necə sifətindən əmələ gəlib. Sənədləşmə sənəd sözündən sənədləmək feili olmadığına görə ləş bütövlü eksikdir. Ondan da sənədləşmə əmələ gəlir. Sənədləşmə ismi sənədləşmək feilindən yaranıb, yəni isimdən yox, feildən. Xəzinədar sözü xəzinə sözündən əmələ gəlib. Xəzinədar isimdir, xəzinə isimdir. Deməli, burada isimdən düzəlmiş isim var. Doğru cavab D variantı. Azadlıq sözü azad sözündən əmələ gəlib. Azad sifətdir. Azad insan necə insan? Ona görə Y olmaz. Düzgün cavab D variantı. İkinci sual. Mücərrəd məna bildirən düzəltmə isimləri müəyyən edin. Sevinclilik sözü özü sifətdir. Maraqlı söz də sifətdir. İsim deyil. Ona görə A olmaz. Başçı, əkinçi. Bunlara fikir versəz, başçı insanı bildirir, əkinçi insanı bildirir. Yəni, mücərrəd yox, konkret məna ifadə edir. Meşəlik, lığlik, baxın, güllük. Buradakı lığlik şəkilçisi məkan mənası ifadə edir. Ona görə C olmaz. Mənlik, anlamaqdan anlayış. Bəli, mənlik və anlayış ifadələri mücərrəd isimlərdir. Ona görə doğru cavabı D götürmək olar. Vətəndaş, təpəcik. Vətəndaş insan anlayışını bildirir. Təpəcik də yenə məkan mənasını bildirir. Ona görə Y də olmaz. Düzgün cavabımız D variantı. Üçüncü sual. Məktəblilərimizdəndir sözündə qrammatik şəkilçilər hansı arıcılıqla verilmişdir? Kök olacaq məktəb, məktəbli leksikdir. İsimdən isim əmələ gəldi. Lər qrammatik cəmdir. Cəmlə başlayırıq. Hal, mənsubiyyət, xəbərlik getdi. Yerdə qaldı D və Y variantları. İmiz mənsubiyyətdir. Mənsubiyyətlə davam edirsə, deməli, Y də getdi, düzgün cavabı artıq müəyyənləşdirdik. Dən haldır, dir də xəbərli şəkilçisidir, düzgün cavab D variantı. Ümumi qrammatik mənasına görə biri digərlərindən fərqlənir. Ümumi qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və bu nitq hissəsi kimi daşıdığı xüsusiyyətlər deməkdir. Bitkin necə? Kamil necə? Mükəmməl necə? Dərrakəli necə? Kamillik nə? Fikir verdirsə, kamillik isimdir, digərləri də sifətdir. Ona görə fərqlənən olacaq Y variantında. 5-ci sualda yenə ümumi qrammatik məna deyir, yəni nitq hissəsi fərqli olan söz. Həftəlik necə? Əxlaqi necə? Tarixilik nə? İsim oldu bu. Müdrik necə? Epizodik necə? Deməli, digər bəndlərin hər biri sifət, tarixilik isimdir. Deməli, düzgün cavab C-dir. Saçın ucun hörməzlər nümunəsində işarələnmiş söz ismin hansı halındadır? Yəni, saçın ucunu hörməzlər. Buradakı U qeyri-müəyyən təsirli halı ifadə edir. Variantlar içərisində qeyri-müəyyən təsirlik də verilə bilər, sadəcə təsirlik də verilə bilər. Hər ikisi doğrudur. İsmin hansı hallarında şəkil sözünün son hecasındakı sait düşür? Şəkil sözü alınmadır və biz buna saitlə başlayan hal və ya mənsubiyyət şəkilçisi artırdığımız zaman buradakı i düşür. Burada önəmli olan özündən sonra saitin gəlməsidir. Yiyəlik halın şəkilçisini yazaq. Hər birinin qarşısında yazıram. Yiyəlik hal, ın, in, un, ün. Yönlük hal, a, ə. Təsirli hal, i, i, u, ü. Fikir verirsiniz, hamısı saitdir. Deməli, elə doğru cavab A variantıdır. Yönlük, yerlik, çıxışlıq. Baxın, yerlik hal, da, dədir. Çıxışlıq hal, dan, dəndir. Bunlar samitlə başlayır. Ona görə bunlar qeyd oluna bilməz. Yönlük, təsirlik, yerlik. Baxın, yenə yerlik var. D bəndə çıxışlıq var, yerlik var. Y variantında yenə çıxışlıq var. Yəni, biz saitlə başlayan şəkilçilər seçməliyik. Düzgün cavab A variantı. Araz çayı birləşməsində aslı sözlə bağlı səhvi istəyir. Araz aslı sözümüzdür. Konkret isimdir, doğrudur. Quruluşca sadədir, doğrudur. Xüsusi isimdir, doğrudur. Adlı haldadır, yanlışdır. Çünki Arazın çayı qeyri-müəyyən yerlik haldadır. Təkdədir, doğrudur. Hansı sözdə çıxışlıq hal şəkilçisi yazılışından fərqli tələffüz olunur? Dəftərdən olduğu kimidir. Montiyordan olduğu kimidir.
Üfüqdən. Burada dəyişən G-nin K-sıdır. Dən dəyişmir. Gəmidən olduğu kimidir. Yadından olur. Yadından formasında. Cavab Y variantı. Sözlərin birində birinci şəxsin təkinin mənsubiyyət şəkilçisi işlənmişdir. Bizim yurdumuz, mən tələbəyəm. Fikir verin, mən tələbəyəm, sən tələbəsən, o tələbədir, biz tələbəyik, siz tələbəsiniz, onlar tələbədirlər. Bu, şəxs xəbərli şəkilçisidir. Mənsubiyyət müəyyənləşdirirəmsə, əvvəlinə yəli hal artırmalıyam. Məsələn, mənim yurdum, sənin yurdun, bizim yurdumuz. Birinci şəxs təki dediyinə görə A olmaz. Bu birinci cəmidir. Müəllim, burada heç nə yoxdur. Baxın, mənim torpağım. Mənim yəlikdir, torpağım birinci şəxs demək doğru cavab D variantıdır. Biz tələbəyik, bu da şəxs olunluğudur. Yəni, B və Y variantındakı əm və iç şəkilçiləri şəxs xəbərli şəkilçiləridir. C bəndinin müəllimdə ümumiyyətlə şəkilçisi yoxdur. A variantda yurdumuzdakı umuz birin cəmidir. Şərtdə tək istəyir. Demək, düzgün cavab D variantı olacaq. Sözlərdən biri mənsubiyyət şəkilçisi qəbul etmişdir. Mənim sözü, əvəzlikləri mənsubiyyət qəbul etmir, şəxs əvəzlikləri yalnız hal şəkilçisi qəbul edir. Mən həkiməm, buradakı əm də yenə şəxs xəbərli şəkilçisidir. Mənim sözüm, fikir verirsiniz, əvvəlinə mənim artıra bildiyiniz zaman buradakı mənsubiyyətdir, məni artıra bildiyiniz zaman buradakı xəbərlikdir. Qorxuludur, o qorxuludur, fikir verirsiniz, bu xəbərlikdir. Mən yazıram, yenə mən artırdım əvvəlinə. Xəbərlikdir. Demək, düzgün cavab C variantı olacaq. Hansı sıradakı bütün isimlər çıxılıq hal şəkilçisi qəbul etdikdə, hal şəkilçisinin yazılışı ilə tələffüzü fərqlənir. Çəmən sözünə dən artıranda olur çəmənnən formasında. Qələm sözünə artıranda olur qələmnən formasında. Vətəni artıranda olur vətənnən formasında. Oğlanı artıranda olur oğlan nan formasında. Deməli, A variantdakı bütün sözlərə dan-dən artıranda nan-nən kimi tələffüz olunur. Yəni, fərqli tələffüz olunur. Meydanı artıranda olur meydan-nan formasında. Yəni, uyğun gəlir. Gözlük sözünü artıranda olur gözdükdən formasında. Avtomatik burada baxın, dən dəyişmədi. Deməli, gözlüyə görə elə B-ni götürə bilmərəm. Davam edək, digər sözləri də yazaq. Biçin sözünü artırıram, olur biçinnən formasında. Corabı artıranda olur corabdan formasında. Deməli, corab sözündə də dan dəyişmir, ona görə corab sözünü götürə bilmərəm. Əkin sözünü artıranda olur əkinnən formasında, uyğun gəlir. Məktəb sözünü artıranda olur məktəbdən formasında. Yəni, məktəb sözündə dəyişmir dan-dən. Səpin sözünü artıranda olur səpinnən formasında, səpin uyğun gəlir. Uşağı artıranda isə olur uşaqdan formasında, uşaq da uyğun gəlmir. Sözü artıranda olur sözdən. Baxın, söz elə uyğun gəlmədi. Almayı artıranda almadan, armuddan, üzümdən. Burada bir dənə elə üzümdən uyğun gəlir. Üzümdən olur. Digərlərində dan-dən artıranda olduğu kimi qalır. Yəni, üzümdən başqa heç biri aid olmur. Anam sözünü artıranda olur anamdan formasında. Bacıyı artıranda olur bacıdan. Elə bacıdan yazılır, bacıdan deyilir. Dan-dən dəyişmir. Əgər bacımdan olsaydı, bacımdan nan kimi tələffüz olunardı. Və ya ata. Ata, atadan, elə atadan da deyilir. Dan olduğu kimi qalır. Ona görə götürə bilmirəm. Atamdan olsaydı, atamdan demək olardı. Qohumdan olur qohumdan formasında. Bu da dəyişir. Deməli, hər birində dəyişən A variantı oldu. 13. Sən qüdrətin sirrini bilirsən cümləsində altından xətt çəkilmiş söz haqqında düzgün fikirləri istəyir. Sadə isimdir, sir sadə isimdir, düzdür. Adlı xaladır, sirrini bilirsən, qeyri-müəyyən təsirli halıdır, yanlışdır. Üçüncü şəxsin təkinin mənsubiyyətindədir. Sən qüdrətin sirrini, yəni onun sirri, burada mənsubiyyətdir, üçüncü şəxsin təkidir, doğrudur. Mücərrəd isimdir, sir sözü mücərrəd isimdir, bu doğru fikirdir. Toplu isimdir, yanlış fikirdir. Demək, burada düzgün fikirləri istədiyinə görə 1,
3 və 4. Cavabımız olacaq Y variantı 13-cü sualda. Bu vətən bizimdir, söylədi babam. Cümləsində altından xətt çəkilmiş sözün təhlilindəki səhvi istəyir. Bizimdir. Cümlənin xəbəridir, düzdür. Dır, xəbərdir. Şəxs əvəzlidir. Bəli, biz şəxs əvəzlidir. Adlı haldadır. Bizim. Kimin? Bax, sual verirəm. Kimindir? Kimin sualı yəli halının sualıdır. Ona görə bu yanlışdır. Yazışı ilə tələffüzü fərqlənir. Bəli, fərqlənir, doğrudur. Tələffüzdə olacaq. Bizimdir. Dir, şəxs sonluğu tələffüzdə r-sını itirir. Bu doğru fikirdir. Vurğusu son hecəyə düşür. Düşməyib daha doğrusu. Bizimdir. Bəli, ikinci hecəyə düşür. Bu da doğru fikirdir. Səhv fikrimizi istəyirsə cavab C variantıdır. Onun sevincinin səbəbi aydın idi. Cümləsinin səhvini istəyir. Sevinç sözü sevinməkdən sevinc əmələ gəlir. Onun sevinci, burada mənsubiyyət, n bitişdirici, ində yəli haldır. Bu arada yadda saxlayın. Sevməkdən sevilmək əmələ gəlmir. Sevmək, aşiq olmaq mənasındadır. Sevilmək isə bir şeyə xoşbəxt olmaq, sevilməkdir və sevməklə sevilməyin heç bir əlaqəsi yoxdur. Düzəltmədir, doğrudur. Yəli haldadır, doğrudur. Konkretdir, yanlışdır, sevinç mücərrəddir. Ümumi isimdir, doğrudur. Mənsubiyyət şəkilçisi qəbul etmişdir. Bəli, onun sevinci, birinci i mənsubiyyətdir, düzdür. Səhvi istəyirsə əgər, cavab C variantı. Yaxşılıq insana bir sənət olsun. Dünya başdan başa qoy cənnət olsun. Səhvi istəyir yaxşılıq sözü haqqında. Kökü sifətdir, yaxşı kökdür, lıq ondan əmələ gəlmiş isimdir, yaxşı sifətdir, doğru fikirdir. Adlı haldadır, yaxşılıq sənəti olsun. Nə? Düzdür. Quruluş da düzəltmədir, düzdür. Konkret isimdir, yanlışdır, yaxşılıq mücərrəddir, çünki əllə tutulub gözlə görülən bir şey deyil. Cümlədə mübtəda vəzifəsindədir. Nə sənət olsun, yaxşılıq, doğrudur. Səhvi istədiyinə görə düzgün cavabımız D variantı. 17 deyir ki, düzəltmə isimlərinin birinin kökü saydır. Birlik, nə birlik, bir kökü saydır. Elə A variantı uyğun gəlir. Yaxşılıq, kökü yaxşı sifətidir. İnsanlıq, kökü insan ismidir. Azğınlıq, azmaqdan azğın, azğınlıq. Qərib necə, qəriblik, sifətli kökü. Buradakı az sözü sayda ola bilər, feil də ola bilər. Bəs biz bunun feil olduğunu necə müəyyənləşdirdik? Təbii ki, az sözünə artırılanğın şəkilçisi ilə. Bu,ğın,ğin,ğun,ğın şəkilçisidir. Məsələn, buna əlavə biz deyə bilərik durğun sözünü. Durmaqdan durğun.Ğın şəkilçisi feilə artırılan şəkilçisidir. Ona görə də, məsələn, burada yanğın da demək olar. Yanmaqdan yanğın. Az burada feildir, say deyil. Düzgün cavabımız A variantı. İsimlərdən biri sifət düzəltməmişdir. Gözəl sifətindən gözəllik ismə əmələ gəlib. Doğru sifətindən doğruluq ismə əmələ gəlib. Sadə sifətindən sadəlik ismə əmələ gəlib. Gəlin ismindən gəlinlik ismə əmələ gəlib. Mehriban sifətindən mehribanlıq ismi əmələ gəlib. Fikir verirsə, burada bir dənəsini fərqli dedim. Gəlin ismindən gəlinlik. İsimlərdən biri sifətdən düzəlməmişdir. Nədən düzəlmişdir? İsimdən düzəlmişdir. Gəlin ismindən. Digər isimlərin hamısı sifətdən düzəlib. 19-da yenə isimlərdən biri sifətdən düzəlməmişdir deyir. Eyni şərtdir. Sərbəst necə? Sərbəst sifətindən sərbəstlik ismə əmələ gəldi. Düz necə? Düz sifətindən düzlük ismə əmələ gəldi. Sərin necə? Sifətdən sərinlik ismə əmələ gəldi. Gərmək feilindən gərgin, gərgin necə? Sifətindən gərginlik ismə əmələ gəldi. Bacı, kim? Bacı. İsimdən ism əmələ gəldi. Cavab Y variantıdır. Burada sizi gərginlik sözü çaşdıra bilər. Baxın, biz sözün kökünə yox, yarandığı nitq hissəsinə baxırıqsa, sonuncu leksikdən əvvələ baxmalıyıq. Yəni, gərginlik sözündə sonuncu leksik likdir. Yəni, ismi yaradan şəkilçi burada likdir. Baxmalıyam, görüm, lik nəyə qoşulub? Gərgin sözünə. Gərgin hansı nitq hissəsidir? Sifətdir. Mənim üçün önəmli olan budur. Yəni, burada sözün kökünün gərmək feili olması bizim üçün önəmli deyil. Önəmli olan nədir? Burada Y bəndinə baxırıq, bacı ismindən bacılıq ismə əmələ gəlir. Yəni, sifətdən yox, isimdən düzəlmişdir. 20-ci sualdan davam edirik. Sənin əkinin söz birləşməsində in şəkilçiləri hansı bənddə düzgün izah olunub? Ümumiyyətlə, şəxs əvəzliyinə artırılan in hər zaman yəli haldır. Yəni, birinci yəli ilə başlayırıq. Yadda saxlayın bunu. Sxemanda burada yazıram. Yəlik. Yadda saxlayın. Yəlik əgər varsa, yəlikdən sonra mənsubiyyət sonra mütləq özünü göstərməlidir. Amma mənsubiyyət şəkilçisi qrammatik şəkilçidir. Yəli hal da qrammatik şəkilçidir. Söz kökünə bizim dilimizə
görə, yəni dilimizin qanununa uyğunluğuna görə əvvəlcə kök, sonra leksik, sonra qrammatik artırıla bilər. Yəni biz burada diqqətli olmalıyıq ki, bəlkə mənsubiyyətdən əvvəl leksik şəkilçi işlənib. Əkin, sözün kökü əkimək feilidir. İndi özünüzə sual verin. Mənsubiyyət şəkilçisi feili artırıla bilər? Yox, ismi artırılmalı. Deməli, əkin burada əkmək feilindən əmələ gəlmiş isimdir. Artıq sənin əkinin ikinci in oldu mənsubiyyət. İsmi artırılmış mənsubiyyətdir. Yəni sırayla yəli hal, leksik və mənsubiyyətdir. Hal, mənsubiyyət yox. Hal, feildən düzələn isim və mənsubiyyət. Cavab C variantı olacaq 20-də. Hansı cərgədəki sözlər toplu isimlərdir? Meşə, ağac deyil, çay, dəniz, kənd, şəhər, çiçək, lüğət, sürü, camaat. Cavab Y variantı sadə sualdır. Mücərrəd məna bildirən düzəltmə isimləri müəyyən edin. Kədərli, həyəcanlı, bunlar sifətlərdir. Çəmənlik, kölgəlik, bunlar məkan bildirən konkretlərdir. Pislik, yaxşılıq, bəli, bu mücərrəd isimlərdir. Pislik, yaxşılıq gözlə görünmür, əllə tutulmur, konkretliyi yoxdur. Cavab C variantı olacaq. Üzümçü, gözətçi, bu insanı ifadə edən konkret isimlərdir. Yoldaş, sirdaş yenə insanı ifadə edən konkret isimlərdir. Hansı sözdə birinci şəxsin təkinin mənsubiyyət şəkilçisi işlənmişdir? Birinci şəxs mənəm, yəni mənim nəyimsə olmalıdır. Mənim balacayam olmur, bax, mən balacayam olur. Əgər əvvəlinə mən artıra bilirsənsə, deməli buradakı şəxs sonluğudur. Xəbərli şəkilçidir yəni. Mənim anam deyə bilirəm, cavab B variantı. Mənim gedəm olmadı. Mən getməliyəm. Ümumiyyətlə, baxın, getmək. Feilə biz necə mənsubiyyət artıra bilərik? Bu mümkün deyil. Mənsubiyyət adları artırıla bilər. İsmi artırıla bilər, sifəti artırıla bilər, sayı artırıla bilər, əvəzliyi artırıla bilər, zərfi artırıla bilər. Amma feilə getməklə getməliyəm feildir. Mənsubiyyət artırıla bilməz. Mənim ustadam ola bilməz. Nə olur? Mən ustadam. Mən artırıramsa, deməli, buradakı şəxs sonluğudur. Deməli, düzgün cavab B variantı olacaq. Saydan düzəlmiş mücərrəd mənalı ismi müəyyən edin. Az sözündən azlıq əmələ gəlir. Az burada saydır. Az feil də ola bilər. Say olduğunu necə müəyyənləşdirirəm? Lıq şəkilçisini götürüb artırıram başqa sözə. Məsələn, onluq, lıq, lükdür bu. Yüzlük, görün, digər saylara artırılır. Və ya insanlıq ismi artırılır. Yəni şəkilçilər ya adları artırılır, ya da feili artırılır, hərəkəti artırılır. Buradakı azda saydır, deməli cavab A variantıdır. Yaxşılıq sözündəki yaxşı sifətdir, doğru sifətdir. Bağırtı, bağırmaqdan əmələ gəlir, bu feildir. Çökməkdən çöküntü, burada deməli feildir. Mücərrəd isim deyir, amma saydan düzəlmiş feildən əmələ gəlib. Doğru cavab A variantı. Yol ismi hansı cümlədə təsirli halda işlənmişdir? Yolları burada ayrılırdı. Baxın, burada əvvəlinə onun sözünü artırıram. Onun yolları burada ayrılırdı. Uyğun gəlirsə, deməli, burada mənsubiyyətdir. Yəni, adlı haldır. Kəndin iki yolu var. Kəndin yolu mənsubiyyəti avtomatik veriblər. Adlı haldır. Biz kəndə dağ yolu ilə gəldik. Yəni, dağın yolu ilə gəldik. Burada mənsubiyyətsə, deməli, adlı haldır. Görünən maşın yolu idi. Yəni, maşının yolu idi. Burada mənsubiyyətdir. Sel yolu korlamışdı. Sel nəyi korlamışdı? Yolu, bax, nəyi sualına cavab verir? Deməli, təsirli haldır burada. Cavab Y variantı. İsmin hansı hallarında fikir sözü son saitini itirir? Təbii ki, biz saitlə başlayan şəkilçiləri nəzərə almalıyıq ki, fikir sözündəki ikinci sait düşsün. Buradan samitlə başlayan şəkilçilərimiz yerlik və çıxışlıq hallardır ki, onları çıxartacaq, bəs eləyir. Baxın, çıxışlıq. Elə bir dənə çıxışlığı çıxanda yerdə qaldı B variantı. Yəni, nümunə üçün yaza bilərəm. Məsələn, yəlik halda olanda fikrin gücü. Davam eləyək. Fikrin gücü. Yönlü hala aid yazsam fikrə. Təsirli hal fikri. Bu formada olacaq. İsmin hansı halında olan sözlər cümlənin xəbəri ola bilmir? Təbii ki, təsirli hal cümlənin xəbəri ola bilməz. O da nəyə görə ola bilməz? İndi bilmirəm, onu əzbərləmişsiniz, yoxsa qayda formasında bilirsiniz. Gəlin hər hansı bir isim götürək. Ən çox işlənən kitab sözü olsun və onu təsirli halda işlədək. Kitabı. I oldu təsirli hal. İndi onu gəlin xəbər eləyək. Kitabıdır.
Biz kitabıdır sözündə bir cümlə formasına desək, əgər əvvəlinə onun sözünü artıra bilirəmsə, avtomatik olur mənsubiyyət. Yəni, siz təsirli hallı bir sözə xəbər artıranda avtomatik mənsubiyyətə çevrilir. Təsirli hal olaraq qalmır. Onun kitabıdır olur. Onun kitabı ifadəsində ki, da olur avtomatik mənsubiyyət. Və məsələn, deyək ki, sənindir. Baxın, yəli halı cümlənin xəbəri eləyə bilirəm. Çünki əvvəlindən heç bir halda mənsubiyyət qoya bilmirəm. Sənin, sənindir olmaz, düzdürmü? Amma təsirli halda istənilən bir sözü əvvəlinə artırmaq mümkündür. Məsələn, qələmi desəm, qələmi təsirli hal qələmidir, yenə olur onun qələmidir. Əvvəlinə də onun artıra bilirəmsə, bu avtomatik olur mənsubiyyət, yəni adlıq halda. Ona görə təsirli hal cümlənin xəbəri ola bilməz. İsmin qeyri-müəyyənlik ifadə edə bilən halları hansılardır? Qeyri-müəyyənliyi var, bir də təsirliyi var. Bunu yəqin ki, yazarsınız. Hansı cərgədəki bütün sözlərə saitlə başlanan hal və ya mənsubiyyə şəkilçisi qoşulduqda söz kökünün ikinci hecasındakı sait düşür. Hal və ya mənsubiyyət. Taxıl olmaz, sinif, boyun, əsil, qurum. Bütün sözləri istəyir burada. Şəkil, cisim, nağıl, ağıl, çiyin, oğul, noğul, daxıl, isim, fikir, şəkil. Həm hal, həm mənsubiyyət deyirsə, deməli bizə burada alınma sözlər lazımdır. Alınma sözlər dediyinə görə, məsələn, A bəndində taxıl olmaz, B bəndində boyun millidir, C bəndində nağıl olmaz, D variantında ümumiyyətlə çiyin, oğul, milli sözlərdir. Düzgün cavab Y variantı qalır. Alınma sözlər həm hal, həm mənsubiyyət qoşulduğu zaman, təbii ki, saitlə başlayan şəkilçi qoşulduğu zaman ikinci sait düşür, kökdəki ikinci sait. Mənim əlim söz birləşməsinin tərəflərinin qəbul etdiyi im. Bayaq buna aid bir sual işlədik. Şəxs əvəzinə qoşulan im mütləq yəli haldır. Yəli haldan sonra əl köksə isimdir. Mənim əlim ikinci imdə olacaq mənsubiyyət. Yəlik, sıxım budur. Sonra mənsubiyyət gəlir. Birinci sözdə yəlik varsa mütləq ondan sonraki sözlərdə olmalıdır mənsubiyyət. Birinci hal, ikinci mənsubiyyət, cavab A variantı. Kitab sözü hansı cümlədə adlıq haldadır? Kitabın məndədir. Əgər əvvəlinə ındır. Bayaq təsirli hal ı haqqında danışanda dedim ki, əvvəlinə onun artıranda bu ı olur avtomatik mənsubiyyət, hal olmur. İndi eyni ilə indən danışırıqsa, in yəli halın şəkilçidir. Əgər əvvəlinə sənin artıra bilirsənsə cümlədə, bu yəli yox mənsubiyyət olacaq. İndi kitabın sözünün əvvəlinə sənin qoy və oxu. Sənin kitabın məndədir. Olurmu? Bəli olur. Deməli, buradakı mənsubiyyət şəkilçidir, yəli hal deyil. Yəni, adlıq haldadır. Cavab elə A variantı oldu. Kitabın cildi göydür. Baxın, sənin kitabın cildi göydür olmaz. Sənin kitabının cildi göydür olar və özümdən ikinci ını artıra bilmərəm. Sənin kitabın olmaz. Çünki kitabın sözündəki ın yəlikdir. Yəlik özündən sonra nə tələb eləyir? Mənsubiyyət tələb eləyir. Bura diqqətli olun, əvvəlki sualda. Kitabın cildi, yəlik, mənsubiyyət. Arıcıllıq da var. Deməli, bu yəlik haldadır. Dediklərimi kitab səhifələrindən oxumuşam. Yəni, kitabın yəliksə, mənsubiyyət olmalıdır. Səhifələri, yəlik, mənsubiyyət. Mənə kitab ver, yəni kitabı ver. Bu qeyri-müəyyən təsirli haldır. Bu cild həmin kitabındır. Sual ver, nəyindir? Nəyin sualındakı in də təbii ki, yəlik halının sualıdır. Doğru cavabımız oldu. A variantı. 32. Fərqli bitişdirici samit qəbul edən isimləri müəyyən edin. Çanta, çantası, alması, ailəsi, bacısı, taleyi, suyu. Bəli, tale, su, y bitişdiricisi ilə işləndiyinə görə fərqli hesab olunur. Alçası, meyvəsi, quyusu, babası. Qaldırsın başını göylərə sarı, geniş tarlalarda dərs tayaları. Nümunədə altından xət çəkilmiş söz, yəni dərs sözünün ismidir hansı halındadır? Dərs tayaları, yəni dərzin tayaları. Təbii ki, qeyri-müəyyən yəli haldadır. Cavab B bəndi. Baxdıqca düşmənin gözü qaralsın, xəzan yarpağı tək üzü saralsın. Xəzanın yarpağı, fikir verin, xəzanın yarpağı tək. Bu da yenə qeyri-müəyyən yəli halındadır. Hansı sözdə bitişdirici, daha sonra birinci şəxsin təkinə aid mənsubiyyə şəkilçisi işlənmişdir. Birinci şəxsin təki deyirsə, birinci şəxs mənəm, təkdə mən oluram, yəni mənim olmalıdır. Mənim kitabım, mənim dəftərim, mənim qələmim və s. İndi yoxlayaq. Mənim balacayam olmur. Mən balacayam olur. Mən olursa, deməli, buradakı şəxs onluğudur.
Mənim obam olur. Deməli doğru cavab B-dir. Mənim olmaz. Çünki buradakı im özü yiyəli haldır. Mənim gəlirəm olmur, mən gəlirəm olur. Deməli bu şəxs sonluğudur, xəbərlikdir yəni. Mənim usta adam yox, yenə mən usta adam olur. Buradakı şəxs sonluğudur. Düzgün cavab B variantı olacaq. Hansı sözdə ikinci şəxsin təkinə aid mənsubiyyət? İkinci şəxs səndir, təkində, cəmdə sizdir. Tək dediyinə görə sənin yazacağam bura. İndi sənin qoyub oxuyuram. Sənin bağban olmur. Sənin çantan oldu. Deməli cavab B-dir. Çanta köçdür, N mənsubiyyət. Sənin yazasan olmur. Sənin olmaz. Təbii ki, yiyəli haldır bu. Sənin quş üzümü olmur. Deməli düzgün cavab B variantıdır. Mücərrəd mənalı düzəltmə isimləri müəyyənləşdirin. Çəmənlik, bağlıq, bunlar məkan bildirir. Duyğu, birlik. Duyğu və birlik mücərrəd mənalı düzəltmə isimlərdir. Düzgün cavabı belə B götürmək olar. Sevincli, həyəcanlı, bunlar sifətlərdir ümumiyyətlə. Dənizçi, qapıçı, şəxs anlayışı, insanı ifadə edən konkret isimlərdir. Yoldaş, qardaş. Qardaş sözü ümumiyyətlə sadədir. Yoldaş da insan anlayışı bildirən düzəltmə isimdir. Düzgün cavab B bəndi. Davam eləyən növbəti sualdan 38. Cümlələrin birində mücərrəd mənalı isim işlənib. Dünyanı gözəllik xilas edəcək. Nə gözəllik? Bu mücərrəd mənalı isimdir. Elə doğru cavab A variantı götürmək olar gözəllik sözünə görə. Aydının iki bacısı, bir qardaşı var. Aydın, bacı, qardaş. Hamısı konkret isimdə insan anlayışı bildirir. Ona görə olmaz. Çalışqın şagird ata-anasının üzünü ağ edər. Şagird, ata-ana isimləri var. Bu da insan anlayışını ifadə edir, konkretdir. Yaylaqlar gözəl görünür. Burada yaylaq isimdir. O da məkan mənasını ifadə edir. İlxı örüşdə otlayırdı. İlxı, örüş. Bunlar da konkret isimlərdir. Ona görə cavab A variantı olacaq. Cümlələrin birində mücərrəd mənalı isim işlənib. Selcanın bir dayısı, bir əmisi var. Yenə dayı, əmi, Selcan. 3 dənə isim var. Üçü də insan anlayışı bildirir. Sözün də su kimi lətafəti var. Burada lətafət sözü elə mücərrəd isimdir. Ona görə B variantını doğru cavab götürmək olar. Pambıqçılar bol məhsul topladılar. Pambıqçı insan anlayışı bildirir. Məhsul yenə konkret isimdir. Ona görə olmaz. Qışlaqlarda qışlaq məkan bildirir. Su konkret isimdir. D-də də yoxdur. Yazda çaylar tez-tez daşır. Deməli çay konkretdir. Elə bir dənə isim var burada. Yazda sözü zaman zərfidir. Bunu qarışdırmayın. 46-dan xətt çəkilmiş sözlərin birində i mənsubiyyət şəkilçisidir. I mənsubiyyət isə əvvəlin nə artıracam? Onun. Sadəcə onun artır və hər birini oxu. Onun bizi çoxdan gözləyirdilər, olmaz. Onun sözləri dillər əzbəri olmuşdu. Olar. Deməli i burada mənsubiyyətdir. Cavab B. Onun, baxın, pisi pis, əyrini əyri, onun düz həmvar yazım olmaz. Yəni ki, altından xətt çəkilən sözdən əvvəl onunu qoyub oxusaq kifayət edir. Onun düzü həmvar yazım olmur. Əskərlərdən onun biri asta-asta zümzüm edirdi. Baxın, olmadı. Onun daxili təmizlik insan üçün böyük məziyyətdir. Olmadı. Demək ki, burada doğru cavab B-dir. Onun sözləri dillər əzbəri olmuşdur. Tamamilə uyğun gəlir. 41. Qeyri-müəyyən yerli hallı isimlərdən birini müəyyən yerli hala çevirmək olmur. Sabirin üslubu olar. Azadlığın prospekti olmaz. Çünki azadlıq bir şəxs deyil, bir varlıq deyil. Ona görə cavab B variantı olacaq. Dostun gəlişi olar. Qalanın qapısı olar. Meyvənin şirəsi olar. Bunların hamısı. 42-də yenə sual eynidir. Gəncliyin metrosu olmaz. Çünki gənclik yenə bir şəxs, bir anlayış deyil. Elə cavab A variantı olacaq. Şairin ilhamı olar. Düşmənin gözü olar. Qalanın divarı olar. Füzulinin üslubu olar. O, Əhməd bəyin itmiş oğlu, Zöhrə isə qızdır cümləsində hansı şəkilçi ixtisar edilmişdir? O, baxın, Əhməd bəyin itmiş oğlu, Zöhrə isə qızıdır. Oğludur, qızıdır. Dırdır, xəbərli şəkilçi ixtisar olunub. Nə tüfəngə çaxmaqdır, nə sümbəyə toxmaqdır. Baxın, eyni sualdır. Nə çaxmaqdır, nə toxmaqdır. Bu da xəbərlikdir. Hansı cümlə yiyəlik halda olan isimlə başlayır? Yiyəlik hal deyirsə, sənin artırın əvvəlinə oxuyun. Əgər sənin artıra bilirsənsə, buradakı in qarşısında mənsubiyyətdir. Artıra bilmirsənsə, haldır. Gülün, danışın. Burada nə edin sualına cavab verir. Hər ikisi feildir, ümumiyyətlə əlaqəsi yoxdur. Sənin fikrin mənə aydındır. Sənin fikrin artıra bilirəm. Deməli, bu mənsubiyyətdir. Hal deyil. Sənin pisin əzablarını, baxın, pis ümumiyyətlə sifətdir. Pis necə?
Burada diqqətli olmaq lazımdır. Şərt isim deyir. Deyə baxın, sənin, sən əvəzlikdir. Şərtdə isim istəyir. Deməli, bunlar uyğun deyil heç biri. Sənin gülün ətri otağa bürünmüşdür deyə bilmirəm. Çünki niyə? Sənin əgər artıra bilsəydim, buradakı in olardı mənsubiyyət. Artıra bilmədiyimə görə haldır, gül isimdir. Deməli, gülün yiyəlik, ətri mənsubiyyətdir. Söz yiyəlik hallı isimlə başlayır. Düzgün cavab Y variantı. Adlıq halındakı sözün hara sualına da cavab verdiyi cümlə üzvü. Adlıq halındakı sözün hara sualına cavab verir cümlə özü təbii ki, mübtədadır. Mürəkkəb isimlərdən hansının yazılışına səhvə yol verilmişdir? Tərcə hərəkət, qaçaqat, cızmaqara. Cızmaqara sözü deməli defislə yazılır. Ona görə cavab C variantı olacaq. Cızma, defis, qara. Mürəkkəb isimlərdən hansının yazılışında səhvə yol verilmişdir? Əks-ücum, vice-admiral, gileygüzar olmalıdır. Burada ü olmalıdır. Səhvdir. Kin, kudurət, əmin-amanlıq hamısı qalanları doğru yazılıb. İsimlərdən biri həm konkret, həm də mücərrəd məna ifadə edə bilir. Həm konkret, həm analıq. Bəli, analıq biri var ki, ögey-ana mənasında konkret insanı ifadə edir. Bir də analıq hissi mənasında iki cür işlənə bilər. Nəfəslik, dostluq, igidlik, insanlıq bunlar olmaz. Nəfəslik konkretdir, dostluq mücərrəddir, igidlik mücərrəddir, insanlıq mücərrəddir. Mücərrəd mənalı ismi müəyyən edin. Gözlük. Gözlük bu konkretdir. Çünki gözümüzə taxdığımız bir əşyadır. Qaxınc. Qaxınc mücərrəd isimdir. Bəli, qaxmaqdan qaxınc əmələ gəlir. Cavab B variantı olacaq. Çəmənlik bu məkan ifadə edir, mücərrəd deyil. Sənət. Nə sənət? Bu əlimizə dəyən konkret bir vəsaitdir. Dərə bu da gözümüzlə gördüyümüz bir məkandır. Xəstəxananın həkim və tibb bacılarının siyahısı birləşməsində altından xətt çəkilmiş sözün hansı halda olduğunu və buraxılmış şəkilçiləri müəyyən edin. Baxın, tibb bacılarının siyahısı. Deməli, həkimlərinin və tibb bacılarının. Söz yiyəlik haldadır. Adlıq halı çıxıram. Yiyəlik haldadır. Cəm, mənsubiyyət, hal şəkilçisi buraxılıb. Cəm, mənsubiyyət, hal. Cavab C variantı. Gözəllik 10-dur, 9-u dondur nümunəsində altından xətt çəkilmiş sözlə bağlı səhv istəyir. Gözəllik sözü, gözəldən gözəllik yaranıb. Sifətdir, yanlışdır, gözəllik isimdir. Adlıq haldadır, düzdür. Düzəltmə sözdür, düzdür. Mücərrəd mənalıdır, düzdür. Cümlədə mübtəda vəzifəsindədir. Nə ondur? Gözəllik, düzdür. Sifət olması səhvdir, çünki isimdir bu. Mənsubiyyət şəkilçisi qəbul edərkən isimlərdən biri ümumi qaydadan kənara çıxır. Yenə burada s, y məsələsidir. Normalda bitişdirici s samiti artırılır mənsubiyyətdə, amma bəzi sözlərdə y artırılır. Biz indi y artırılanı tapmalıyıq. Onun quyusu, mənası, çantası, əmtəsi, suyu. Fikir verdiniz, y artırıldı, fərqli oldu bu. Cümlələrin birində toplu isim işlənmişdir. Çəmənlər gül çiçəyi içində idi. Gənclər yarışa hazırlaşırlar. Bunun cümlələri də yoxdur. Buzovlar talada otlayırdı. Kütlə meydana tərəf və kütlə burada topludur. Selcan narları səbətə yığdı. Doğru cavab kütləyə görə D variantı. Uşaqların doyunca çörək yeyər, paltar geyərlər. Cümləsində işarələmək isimlər hansı haldadır? Çörəyi yeyər, paltarı geyinərlər. Yəni qeyri-müəyyən təsirli haldadır. Biz Təbrizdən gül toxumunu gətirdik. Uşaqlara hədiyyəni aldıq. Yenə hər ikisi təsirli haldadır. Cavab B variantı. Şəhər rəisi şeiri oxuyub məmnun halda Xaqaniyə baxdı nümunəsində xüsusi ismin hansı cümlə üzvü olduğunu müəyyən edin. Xaqaniyə baxdı. Kimə? Baxın. Xaqaniyə. Kimə sualına cavab verirsə, deməli bu olacaq tamamlıq. Cavab D variantı olacaq. Baş vəzir Axsistanın şahlıq taxtının yanına gətirdi. Nümunəsində xüsusi ismin hansı cümlə üzvü? Eyni sualdır. Baxın, kimi sualına cavab verir? Axsistanı. Deməli, yenə tamamlıq vəzifəsindədir. Əşyanın hansı şəxsə aidini bildirən şəkilçi necə adlanır? Mənsubiyyət şəkilçisi təbii ki. Aidlik deyirsə, söhbət mənsubiyyətdən gedir. Mənim kitabım. Mürəkkəb isimlərin hər ikisinin səhv yazıldığı cərgəni müəyyən edin. Tozsoran, çör-çöp. Uyğun deyil. Kəmkəsir, defislə, fotoalbom, yenə burada baxın ayrı yazılıb ümumiyyətlə. Bitişi yazılmalıydı halbuki. Deməli, ikisi də səhvdir. Birincisi defislə, ikincisi bitişi yazılmalı. Cavab B variantı olacaq.
Əlüzyan, dedikodu, gör götür, vur havur. Burada vur havur səhv yazılıb, amma gör götür düz yazılıb. Birinə görə doğru variant olmaz. Qab-qacaq, söz söhbət. Yenə doğru cavabımız oldu B variantı. Cümlələrin birində xüsusi isimlərin yazısına səhvə yol verilmişdir. Xalqımız Novruzu təntənə ilə qeyd edir. Xüsusi isimlərin yazışında deyir səhvə yol verilmişdir. Burada səhv yoxdur. 17-ci əsr Azərbaycan ədəbiyyatının intibah dövrüdür. Düzdür. Araza gözüm düşüb, üstünə izim düşüb. Məktəblilər Nizami adına muzeyi ziyarət etdilər. Elm təsdiq edir ki, yer günəş ətrafında fırlanır. Burada yer və günəş hər ikisi planetdir. Planet isə ikisi də böyük yazılmalıydı. Bu formada. Deməli, Y variantında səhvlik var. Sonu q ilə bitən isimlər hallandıqda hansı hallarda q əvəzlənməsi baş verir? Gəlin baxaq. Sonu q ilə bitən bir dənə söz yazaq. Uşaq. Yəli hal artıraq. Uşağın. Yönlük hal uşağa. Təsirli hal uşağı. Yerli hal uşaqda. Çıxışlı hal uşaqdan. Deməli, yerli və çıxışlı hallarda fərqli heç nə baş vermir. Yəni, q-yə keçmir. Saitlə başlayan şəkilçilər yəlik, yönlük, təsirlikdə əvəzlənmə baş verir. 1-2-3 cavab C variantı. Sonu q ilə bitən isimlər hallandıqda hansı hallarda q əvəzlənməsi baş vermir? Vermir, az öncə qeyd elədik. Yerli və çıxışlı hallarda baş vermir. 4-lə 5-də. Cümlələrin birində isim yoxdur. Görüntü aldacı ola bilər. Nə görüntü? İsim var. Xəstə sınıq şöbəsinə müraciət etdi. Sınıq nə? İsim var. Şöbə nə? Sözü düz olanın söz nə? İsimdir. Yaxşı iş, iş nə? İsimdir. Yaxşını yamandan seçmək lazımdır. Yaxşı sifət, yaman sifət, seçmək məsləhət lazım predikativ sözdür. Bu nümunədə isim yoxdur. Sənətkarlıq nümunəsi birləşməsinin asıl tərəfi ilə bağlı səhv istəyir. Sənətkarlığın nümunəsidir burada. Yəli, qeyri-müəyyən yəli hal var. Qeyri-müəyyən yəli halıdır, düzdür. Quruluşca düzəltmədir. Sənətdən, sənətkar, sənətkarlıq, düzdür. Mücərrəd isimdir, sənətkarlıq, düzdür. Xüsusi isimdir, xüsusi isim deyil, xeyr, ümumi isimdir, bu yanlışdır. Təkdədir, doğrudur. Cavab olacaq D variantı 65-də. Davam edirik. Millətin tarixi birləşməsinin asıl tərəfi millətin sözü ilə bağlı səhv istəyir. Quruluşca sadədir, düzdür. Toplu isimdir. Millət sözü, bəli, toplu isimdir, doğrudur. Yəli haldadır, millətin, yəli, tarixi mənsubiyyət, düzdür. Ümumi isimdir, doğrudur, ümumi isimdir. Mənsubiyyət şəkilçisi qəbul edib, xeyr, yəli haldır bu, qarşısında mənsubiyyət var. Yəli hal qəbul edib, ona görə Y variantı yanlışdır. Məntiqlə də bura baxanda sözün kökü millətdir. Bir dənə də in şəkilçisi var. Yəni cəmi bir dənə şəkilçi var. Bu şəkilçi də ya hal ola bilər, ya da mənsubiyyət ola bilər. C və Y variantı arasında qala bilərdiniz. Yəlik sözündən sonra nə olur? Mənsubiyyət olur. Deməli, yəlik olması doğru, mənsubiyyət olması yanlışdır. Məktəbimizin həyətində qəşəng bir söyüd ağacı bitib cümləsində isimlərin hansı halda işləndiyini ardıcıllıqla müəyyən edin. Gəlin əvvəlcə isimləri müəyyənləşdirək, çünki şərtdə isimləri istəyir. Məktəb isimdir, həyət isimdir. Qəşəng sifətdir, bir yoxdur. Söyüd nə? Söyüd isimdir, ağac isimdir, bitmək feildir. Deməli, 4 dənə ismim var. Məktəbimizin yəlikdir. Həyətində yerlikdir. Yəliklə başlayırıq. İkincisi yerlik gəlir, adlıq olmaz. Deməli, qaldı burada B, C, Y getdi, A ilə D qaldı. Söyüd ağacı, yəni söyüdün ağacı yəlik gəlir yenə, adlıq yazılıb burada 3-də, bu da olmaz. Yəlik uyğundur. Ağacındakı I mənsubiyyətdir, adlıq haldır, doğrudur. Yəni, məktəbimizin yəlik, həyətində yerlik, söyüd yəlik, ağacı adlıq haldadır. Sən qüdrətin sirrini bilirsən cümləsində sirrini bilirsən, qeyri-müəyyən təsirli haldadır. Yanlış istəyir. Düzəltmə isimdir, səhvdir, çünki sir sadədir. Yəlik haldadır, səhvdir, təsirli haldadır. İkinci şəxsin təkinin mənsubiyyətindədir. Onun sirri. Üçüncü şəxsin təkidir, bu səhvdir. Mücərrəd isimdir, düzdür. Ümumi isimdir, düzdür. Yanlışları istədiyinə görə 1, 2, 3. Cavab C variantı olacaq. Davam edirəm növbəti sualdan. Yalnız isimlərdən ibarət olan bəndi. Axşam, dünənki. Axşam sözü həm isim ola bilər, həm zaman zərfi. Amma dünənki sifətdir hər zaman, ona görə B olmaz. Dastan, çəmən, Qarıqdalı, Bakı. Bunlar isimlərdir. Cavab
B variantı olacaq. Oxumaq feildir. Dəmirçi isim, kağız isim, şirin sifətdir. Olmaz. Ördək danışmaq feildir. Vətəndaş, gülüş. Danışmağa görə D-ni götürə bilmərik. Meşəlik uca sifətdir. Beşlik axtarmaq məstərdir. Deməli, hər biri ism olan B bəndidir. Mürəkkəb isimləri istəyir bizdən 70-ci sualda. Ağca qanat nə? Bağa yarpağı nə? Ördək burun nə? A uyğun gəlir. Taxıl biçini ayrı yazılıbsa bu söz birləşməsidir. Unutmayın, mürəkkəb isimlər ayrı yazıla bilməz. At arabası eyni onun kimidir. B bəndi uyğun deyil. Əhmədin yuxusu yenə ayrı yazılıb. Bu söz birləşməsidir. Olmaz. Yazı pozu, Miranşah, evin kiçiyi. Baxın, evin kiçiyi yenə ayrı yazılıb. Bu isim birləşmədir. Mürəkkəb isim deyil. Qırxbulaq, fındıqlı dərəsi. Yenə baxın, ayrı yazılıb. Ona görə olmaz. Elə hər birində ayrı yazılanlar söz birləşməsi kimi götürülür. Ayrı yazılan mürəkkəb isim yoxdur. Cavab A variantı. Yalnız sadə isimlərdən ibarət olan bənd. Qaraltı sözü qaralmaqdan qaraltı olub, düzəltmədir. Ona görə A olmaz. Göyərti eyni göydən, göyərmək, göyərti. Hənirdən, hənirti. Təpik sadədir. A variantı ona görə uyğun deyil. Kitab, ölkə, ürək, barmaq. Yalnız sadə isimlərdən deyir. Nə kitab, nə ölkə, nə ürək, nə barmaq. B bəndə uyğun gəlir. Yarpaq, daraq, daramaq feilindən əməl gəlir. Düzəltmədir. Ona görə C olmaz. Külək, dəyənək, dəyənək dəyməkdəndir. Sürü, sürməkdəndir. Sarığı, qayığı, çəkmi, çəkməkdəndir. Ona görə olmaz D bəndi də. Kürü, sərgi, sərməkdəndir. Y də buna görə olmaz. Çapıq da çapmaq feilindəndir. Mücərrəd mənalı isimləri müəyyən edin. Gürültü, xışıltı, yaxşılıq, sevgi. Elə A uyğun gəlir. Mənlik, başlıq, gözlük. Baxın, gözlük, başlıq, başa qoyulan, gözlük. Gözlük eynək deməkdir. Konkretdir. Baxış, qovurma, soyutma, süzmə. Qovurmadır, soyutmadır, süzmədir. Bunlar konkretlərdir. Çünki yeyilən qidalara aiddir. Çalğı, daraq bir əşyadır. Meşəlik məkandır. Odunluq da yenə əşyadır. Bunlar konkret isimlərdir. Dostluq mücərrəddir. Əmimgil insanı bildirir. Konkretdir. Yoldaş, arabaçı hamısı insanı bildirir. Konkretdir. Cavab A variantı. Mənsubiyyətə görə dəyişmə baxımından biri fərqlənir. Şüşəsi, taleyi, naləsi, meyvəsi, macərası. Fikir verin, taleyi, y bitişdiricisi oldu. Cavab B bəndi. Hara sualına cavab verən isimləri müəyyən edin. Şagird kim? A olmaz. Daş nə? B olmaz. Dərzi kim? Olmaz. Şəhər hara? Qəsəbə hara? Sahil hara? Cavab D variantı. Qızıl nə? Olmaz. Hansı söz mürəkkəb isim deyil? Vurhavur nə? İsimdir. Dalbadal necə? Bu deyil. Basabas nə? İsimdir. Gəlhagəl düşdü nə? İsimdir. Qaçaqaç düşdü nə? İsimdir. Cavab B bəndi. Düzəltmə isimlərin cərgəsini müəyyən edin. Qızğın necə? A uyğun deyil. Dağlıq nə? Qurucu necə? B deyil. Köməkçi kim? Dadlı necə? C deyil. Gözəllik nə? Otlaq nə? Təmirçi kim? Üçü də düzəltmə isimdir. Cavab D variantı. Balaca sadə sözdür. Olmaz. Deməli, düzgün cavabı müəyyənləşdirdik. Mücərrəd mənalı düzəltmə isimləri istəyir. Mərhəmət sadə sözdür. A getdi. Bolluq nə? Mücərrəd isimdir. Yuxu, yuxulu necə? Yuxulu bu sifətdir ümumiyyətlə. B də getdi. Məna sadədir. C getdi. Duymaqdan duyğu nə? Sevməkdən sevgi nə? Qorxmaqdan qorxu nə? Üçü də düzəltmədir. Üçü də mücərrəddir. Deməli, cavab D-dir. Gözəllik. Gözəldən gözəllik mücərrəd isimdir. Sadədən sadəlik mücərrəd isimdir. Meşəlik amma meşəni ifadə edən yerdir. Konkret isimdir. Məkan bildirir. Ona görə cavab olacaq D variantı. 78. Toplu isimləri istəyir. Yığıncaq, şagird, adam olmaz. Üzümlük, gündüz, gecə olmaz. Silsilə, dağ, dərə olmaz. Ordu, qoşun, ilxi olar. Meşə, bulaq, zəmmi olmaz. Altından xət çəkilmiş sözlərdən hansı təsirli halda işlənmişdir? Təsirli hal deyirsə, əvvəlinə onun artıra bilmədiyimiz söz təsirlikdir. Onun misi gümüşə çevirmək olmaz. Artıra bilmədim demək təsirlikdir bu. Artıra bilsəydim hal olardı. Daha doğrusu artıra bilsəydim mənsubiyyət olardı. Məsələn, onun kitabı məndədir. Bu zaman mənsubiyyətdir. Artıra bilmirəmsə haldır.
Onun saçları qızılı rəngə. Hansı rəngə? Bu sifət düzəldir ümumiyyətlə. Deyəsən qardaş bacısı, onun qardaş bacısı gəlib. Bu mənsubiyyətdir, təsirlik deyil. Olmaya onun uşağı korluq çəkir. Bax gör necə yerinə qoyuram. Olmaya onun uşağı korluq çəkir. Artırmaq olursa deməli burada mənsubiyyətdir, təsirlik deyil. Onun kitabı çoxdan çap olunub. Onu artıra bildim. Fikir verdiniz, deməli bu da mənsubiyyətdir, təsirlik hal deyil. Onun misi gümüşə çevirmək olmaz, artıra bilmədim, çünki buradakı haldır. Feildən düzələn isimləri müəyyən edin. Doğruluq, doğru sifətindən doğruluq əmələ gəlib, feildən düzəlməyib. Çökməkdən çöküntü, deməli bu feildən əmələ gəlib, çöküntünü götürə bilərik. Balıqçı, balıq ismindən düzəlib, ona görə olmaz. Vurmaqdan vurğu, baxmaqdan baxış, yanmaqdan yanğın. Üçü də feildən əmələ gəlmiş isimdir. Cavab C variantı. Baş ismindən başlıq əmələ gəlib, D olmaz. Yay ismindən yaylaq əmələ gəlib, Y-də olmaz. Feildən düzələn C variantıdır. Hansı cümlədə dan çıxlı hal şəkilçisidir? Çaydan çox təmiz idi. Sual ver. Nə təmiz idi çaydan? Əgər çıxlı hal dandən varsa, bu zaman ismin suallarına cavab verməlidir. İsim normalda kim, nə, hara sualına cavab verir. Çıxlı halda eyni zamanda kimdən, nədən və ya haradan bu üç sualdan birinə cavab verməlidir. İndi çaydana sual ver. Çaydan çox təmiz idi. Nədən çox təmiz idi deyə bilmərəm. Nə təmiz idi? Çaydan. Çünki çaydandakı dan burada leksikdir. Əgər məsələn cümlə belə olsaydı ki, çaydan doyunca içdim. Nədən doyunca içdim? Bu zaman dan burada çıxlı hal kimi qrammatik olardı. Amma bu məqamda çaydan təmiz idi deyəndə bu bizim çay süzüb içdiyimiz əşyadan söhbət gedir. Hərdən bizə də gələrsən. Nə vaxt, nə zaman? Hərdən. Baxın, kimdən, nədən, haradan sualına cavab vermədi. Yenə də olmaz. Nailə qəfildən qışqırdı. Necə, nə cür qışqırdı? Qəfildən. Baxın, yenə kimdən, nədən, haradan sualına cavab vermədi. Çünki bu da zərf düzəldib. Döyüşdən bir xəbər yoxdur. Sual ver. Nədən xəbər yoxdur? Nədən artıq ismin çıxlı halının sualıdır. Cavab D variantı. Səni çoxdan gözləyirəm. Nə vaxt, nə zaman? Fikir verirsiniz, deməli burada çıxlı hal yoxdur. Çoxdan. Ona görə düzgün cavab olacaq D variantı. Hansı nümunədə isim mənsubə şəkilçilidir? Mən mühəndisəm. Mən artıra bilirsənsə əgər, bu şəxs xəbərlikdir. Sən alimsən. Bax, sən artırıram. Burada şəxs xəbərlikdir. O şagirddir, xəbərlikdir. Mən anam olmur. Bax, mənim anam. Yəli hal artıra bilirəm sözündən əvvəl. Deməli, buradakı mu mənsubiyyətdir. Cavab D variantı. Siz atasınız. Hamısı şəxsdir. Bir dənə D belki anamdakı mu mənsubiyyətdir. Mənim anam, sənin anan, onun anası mənsubiyyətə görə dəyişmə özündən əvvəl yəli halla mümkün olur. Cümlələrin hansında mənsubiyyə şəkilçili söz var? Sülhü qorumaq lazımdır. Onun sülhü qorumaq lazımdır olmur. Çünki burada təsirli haldır. Burada mənsubiyyət yoxdur. Düşmən təslim olmayanda onu məhv edirlər. Mənsubiyyət yoxdur. Dostluğu qiymətləndirmək gərəkdir. Onun dostluğu qiymətləndirmək gərəkdir. Artırmaq olmaz. Çünki burada təsirli haldır. Vətəni qorumaq hamının müqəddəs borcudur. Baxın, hamının sözündə yəli hal var. Və yəli hal cümlə ortasında işlənibsə, onun mütləq bir yerdə mənsubiyyət olmalıdır. Hamının borcu. O burada mənsubiyyətdir. Deməli, cavab D bəndi. Maldarlığı və taxılçılığı inkişaf etdirməliyik. Onun maldarlığı və onun taxılçılığı inkişaf etdirməliyik fikir olmalı. Çünki hər birində işlənən I şəkilçisi təsirli haldır. Burada mənsubiyyət yoxdur. Cavab D variantı. Davam edirik növbəti sualdan. Üçüncü şəxsin cəminin mənsubiyyə şəkilçisini qəbul etmiş söz hansı cərgədədir? Üçüncü şəxs odur. Mənsubiyyət deyirsə onun eləməliyəm. Onun, baxın, kitabları, onun işi, onun cildi, onun kitabı, uşaqları qarşılamaq. Deməli, burada üçüncü şəxsin cəmi dediyinə görə cəm, o təkdir. Biz bunu onların eləməliydik əslində. Onların. Kitabları bu cəmdir, uyğundur. Kitabın cildi bu təkdir. Uşaqları qarşılamaq. Burada ümumiyyətlə mənsubiyyət yoxdur. Əlişin işi bu da təkdir. Onun kitabı təkdir. Burada bir dənə cəm A variantındadır. Mürəkkəb isimləri müəyyən edin. Yavaş-yavaş, dilucu, ora-bura. Sual ver, yavaş-yavaş necə? Dilucu necə? Ora-bura hara? İsim, kim, nə?
hara suallarına cavab verməlidir. Yavaş-yavaş dil ucu ora-bura uyğun deyil. Qarlı boranlı necə? Uyğun deyil. Quş üzümü nə? Daşqaş nə? Qolbudaq nə? Deməli düzgün cavab oldu C variantı. Çalıb oynamaq nə etmək? Çalıb oynamaq gözəldir. Nə gözəldir? Bunu məsələn isim kimi düşünmək olar. Açıb ağartmaq, bu da məsələn defisdə yazılıb. Daxil olmaq, bu olmaq etmək mürəkkəb feilidir. Ayrı yazıldığı zaman feil olur. Ona görə götürə bilmərəm. 7-8 bu defislə yazılan mürəkkəb saydı isim deyil. Ona görə 7 olmaz. Verilənlərdən hansı birinci şəxsin təkinin mənsubiyyət şəkilçisidir? Birinci şəxsin təki məndir. Mənsubiyyət isə mənim. Nəyim olsun? Mənim, tutaq ki, kitabım olsun. Mənim yəlik, kitabım. Mənsubiyyət nə oldu burada? Şəkilçisi. Deməli, düzgün cavab Y variantıdır. Yerli halda olan isim harada sualına cavab verəndə hansı cümlə üzvü olur? Harada? Təbii ki, yer zərfliyi olur. Cavab D variantı. Hansı cümlədə qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir? Döyüş vaxtı cəsarət əsas şərtdir. Döyüşün vaxtı. Burada qeyri-müəyyən yəlik var. Göyün üzü bulutsuz idi. Burada yoxdur. Məhsul yığılanda görüşərik. Kitab yazmaq çətin və əziyyətli işdir. Kitabı yazmaq çətindir. Nəyi? Qeyri-müəyyən təsirli hal var. Cavab D variantı olacaq. Hirsi çoxdan soymuşdu. Onun hirsi burada mənsubiyyətdir və təsirli hal yoxdur. Cavab D variantı. Necə sualına cavab verir? Feil deyil. Saflıq, saf necə? Yenə bu da necə sualına cavab verir? Feil deyil, sifətlərdir bunlar. Bitki, bitmək feilindən əmələ gəlib isimdir. Baskı, basmaq feilindən basqın isimdir. Anlayış, anlamaq feilindən anlayış ismidir. Yəni, hər üçü bitmək feilindən, basmaq feilindən və anlamaq feilindən. Üçü də feildən əmələ gəlmiş isimlərdir. B uyğun gəlir. Gülüstan, gül ismindən Gülüstan əmələ gəlib, uyğun deyil. Dağıstan, dağdan Dağıstan əmələ gəlib. Meşədən meşəli əmələ gəlib. Deməli, bunlar da feildən düzələn sözlər deyil. Güldan, gül ismindən Güldan əmələ gəlib, uyğun deyil. Dənizçi, dəniz ismindən əmələ gəlib, uyğun deyil. Bəstəkar, bəstə ismindən əmələ gəlib. Bunların üçü də isimdən əmələ gəlib, uyğun deyil. Bağça, bağ ismindən əmələ gəlib. Yoldaş, yol ismindən əmələ gəlib. Meydança, meydan ismindən. Yəni, bunların üçü də isimdən əmələ gəlib. Ona görə D və Y də uyğun deyil. Cavab B variantı olacaq. Mənsubiyyət şəkilçili isimlər hansı halda işlənən əvəzli və ya isimlə əlaqəyə girir? Mənsubiyyət şəkilçili isimdirsə əgər, təbii ki, yəlik halından əlaqəyə girməlidir. Yəni, yəlik mənsubiyyət əlaqəsi olmalıdır burada. İsmin hansı halı özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir və onunla birlikdə cümlənin bir üzvü yerində işlənir. Əslində, 90 ilə 91-in şərti bir-birinə yaxındır. Yəni, ismin yəlik halı mənsubiyyətlə işlənir. Mənsubiyyət yəlik hal tələb edir. Mənsubiyyət özündən əvvəl yəlik halda işlənən sözün iştirakı ilə əmələ gəlir. Yəni, burada da yenə cavab yəlik haldır. 92. Birləşmələrin birində birinci tərəf yəlik halda olan mənsubiyyət şəkilçili isimdir. Birinci tərəfi, baxın, isim istəyir. Oxumağımın xeyri, oxumaq məstərdir. Qəlbin incəliyi, qəlb isimdir, qəlbin yəlik haldır. Qəlbin incəliyi, yəlik mənsubiyyətdir. Deməli, B variantı bu birləşmədə nədir? Birləşmələrin birinci tərəfi yəlik halda olan mənsubiyyət şəkilçili. Bax, mənsubiyyət şəkilçili deyir. Görün, burada nə qədər şərt var? 3 dənə şərt var. Birinci şərt deyir ki, isim olsun. İkinci şərt deyir ki, mənsubiyyət şəkilçisi olsun. Üçüncü şərt deyir ki, yəlik hal olsun. Yəni, yəlik ilə yanaşı mənsubiyyət də olmalıdır. Ona görə B uyğun gəlmir. Çünki burada yalnız yəlik var. Ürəyimin arzusu, ürək isimdir. Mənim ürəyim mənsubiyyətdir. Ürəyimin yəlik haldır. Yəlik mənsubiyyət. Deməli, ürək isimdir. Mənsubiyyət də var, yəlik halda var. C, bütün şərtlərinə uyğun gəlir. Uşaqların üçü, uşaq isimdir. Uşaqların yəlik hal var. Lar da cəmdir. Burada cəmlə yəlik hal var, amma mənsubiyyət yoxdur. Ona görə D variantını götürə bilmirəm. Birisinin yazdığı, biri burada qeyri-müəyyən əvəzlikdir. Şərt bizdən isim olsun istəyir. Ona görə yerinə götürə bilmirəm. A ilə Y isim olmadığına görə götürülmür. Deməli, burada B ilə D isə mənsubiyyət olmadığına görə. Cavab C variantı. 93. Yalnız mənsubiyyət şəkilçisi artırılarkən ikinci hecasındakı saitə düşən sözlərdən ibarət bəndi müəyyən edin. Deməli, bu qrup isimlər iki yerə bölünür. Milli və alınma isimlər. Yalnız mənsubiyyət deyirsə, biz milli iki hecalı isimləri götürməliyik. Burun, alın, fikir, cisim alınmadır. A getdi. Qisim alınmadır. Səbir alınmadır. B də getdi. Boyun, abır, isim, sətir alınmadır. C də getdi. Ağıl, sinif, sətir
Bunların hamısı alınma sözlərlə işlənir. Ağıl da əslində alınma sözdür. Əql sözündən gəlir. Bir şeir var, deyir, əql yar olsaydı tərk eşqiyar. Bax, həmin əql sözündən yaranıb ağıl, amma istisna olaraq milli sözlər kateqoriyasındadır burada. Yalnız mənsubiyyət artıranda bunun ikinci saytı düşür. Yenə də digər bəndlərə görə də uyğun gəlmir. Ağız, burun, oğul, beyin bunların hər biri milli sözlərdir. Cavab Y variantı. 94. Feildən düzələn isimlərin cərgəsini müəyyən edin. Qoruq sözü qorumaq feilindən qoruq ismi əmələ gəlir. Daraq, daramaq feilindən daraq ismi. Daşqın, daşmaq feilindən daşqın. Sürgün, sürmək feilindən sürgün ismi əmələ gəlir. A variantı bütün şərtləri ödəyir. Qalaq, qalamaq feilindən qalaq əmələ gəlir. Çolaq sadə sözdür, uyğunsuzdur. B bəndi getdi. Bilək sözü də eyni zamanda sadədir, ürəkdə sadədir. Duyuq, duymaq feilindən duyuq ismi. Yazıq sadə sözdür. Ona görə C-də olmaz. Oyuq, oymaq feilindən əmələ gəlir. Çıxıq, çıxmaq feilindən C bəndi yazığa görə olmaz. Dərslik, dərs ismindən əmələ gəlir. Feildən düzələn istəyir. Ona görə D olmaz. Keçid, keçmək feilindəndir. Açar, açmaq feilindəndir. Süpürgə, süpürmək feilindəndir. D bəndi dərsliyə görə götürülmür. Yaxşılıq, yaxşı sifətindən əmələ gəlir. Feildən istədiyinə görə bu da uyğun deyil. Sevgi, sevmək feilindən, düşüncə, düşünmək feilindən, gözlük, göz ismindən əmələ gəlir. Gözlük də burada uyğun deyil. Deməli, düzgün cavabımız A-dır. Hansı sözdə bitişdirici samit işlənib? Körpülərin, körpü kök, lər, cəm, in, burada hal və ya mənsubiyyət kimi düşünülə bilər, amma mənsubiyyət bitişdirici samit yoxdur. Körpüyə, körpü kök, burada yönlük haldır. Deməli, yını bitişdirici kimi götürmək olar. Oxusa, oxumaq kökdür. Oxusa, sa isə burada feilin şərt şəklidir. Burada bitişdirici yoxdur. S-nı burada çaşdıra bilərsiniz, qarışdıra bilərsiniz. Yadda saxlayın ki, s bitişdiricisi mənsubiyyət şəkilçisi ilə əlaqəli işlənir. Bu da isimlərlə bağlıdır. Məsələn, nümunə deyək. Anası. Onun anası. Burada mənsubiyyətdir, s bitişdiricidir. Yəni isimlərlə əlaqəli işlənir, feillərdə yox. Çörəyin, çörək sözün köküdür. Bu söz yazılır çörək formasında. Ona saitlə başlanan şəkilçi artıranda sadəcə k, y əvəzlənməsi baş verir. Buradakı y bitişdirici deyil. Əlcəyin, əl sözündən əlcək əmələ gəlir. Bu da cək şəkilçisidir. Eyni ilə əlcək formasında yazılır. Saitlə başlanan şəkilçi qoşulanda yenə D bəndində olduğu kimi k-yə əvəzlənməsi baş verir. Bitişdirici samiti yoxdur. Düzgün cavab burada B variantı olacaq. Bitişdirici samiti sözlərin cərgəsini istəyir 96-da. Gözətçidən, gözdən, gözətmək, gözətçi, dən qrammatik şəkilçidir. Burada bitişdirici samit yoxdur. Elə ona görə A variantı olmaz. Meşəbəyi, meşə bir kökdür, bəy bir kökdür, meşənin bəyi də burada mənsubiyyətdir. Yenə burada bitişdirici yoxdur. Vaqon kökdür, A yönlük haldır, burada bitişdirici yoxdur. Çəmənin, çəmən sözün köküdür, in də yəli və ya mənsubiyyət kimi düşünmək olar, burada bitişdirici yoxdur. Lələyin, lələk sözün köküdür, in yenə hal şəkilçisi kimi, burada bir bitişdirici yoxdur. Duymasa, duymaq kökdür, duyma inkardır, sa da burada feilin şərt şəklinin şəkilçisidir, bitişdirici yoxdur. Əminin, əmi sözün köküdür, in burada hal şəkilçisi, n da bitişdirici kimi düşünmək olar. Dəftərdə, dəftər kökdür, də yerli halın qrammatikidir, burada bitişdirici yoxdur. Elə dəftərdə görə C bəndi olmaz. Kitabımız, kitab kökdür, ımız mənsubiyyətdir, bu da uyğun deyil. Gələsi, gəlmək kökdür, ası, əsi feilin lazım şəklidir, burada bitişdirici yoxdur. Dayanmasa, dayanmaq kökdür, dayanma, inkar, sa feilin şər şəkli bitişdirici yoxdur. Anlamasa, anlamaqdan, anlaması daha doğrusu. Anlama, anlaması burada mənsubiyyətdir, s bitişdiricidir. Əslində burada anlamaq feili kimi də düşünmək olar bunu. Daha çox testlərdə bu ma-sı formasında olursa, məsələn, oxuması, yazması, görməsi, bilməsi, bu məstər kimi götürülür. Yəni, məstərin burada ğısı ixtisara düşmüş forması götürülür. Amma yenə də burada s bitişdiricidir. Yəni, hansı formada düşünürsünüz, düşünün. Burada yenə bitişdirici samit var, mənsubiyyət var.
Yəni D bəndində gələsi və dayanması sözünə görə uyğun deyil. Y bəndinə baxırıq. Əmisi əmi kök, si mənsubiyyətdir, yəni i S1-də bitişdiricidir. Suya, su kökdür, A yönlük haldır, Y bitişdiricidir. Mənbəyi sözünə baxırıq. Kök mənbədir, i burada mənsubiyyətdir, Y bitişdiricidir. Mənbəyi, suya, əmisi hər birində bitişdirici var. Cavab Y variantı. 97. Polad sözünə bu şəkilçilərdən birini artırdıqda kökün son samiti kar tələffüz olunur. Sonu BCDC ilə bitən qaydaya daxildir bu da. Bu cingiltili samitlərdən sonra saitlə başlayan söz və ya şəkilçi gələrsə BCDC olduğu kimi qalır. Yox, əgər samit gələrsə karlaşır. Şərt deyir ki, kar tələffüz olunur. Deməli, bizə özündən sonra nə gəlməlidir? Samit gəlməlidir. I saitdir, D samitdir, A saitdir, I saitdir, I saitdir. Fikir verin, bir dənə samitlə gələn dadır, yerlik hal. Hansı cərgədəki bütün sözlərdə, bu arada Poladda sözünü yazım tələffüzündə qeyd edeyim, tam sizə qaranlıq qalmasın. Poladda tələffüzü olacaq, Poladda formasında. 98. Hansı cərgədəki bütün sözlərdə cəm şəkilçisi fərqli tələffüz olunur? Şəhərlər sözü tələffüz olunur şəhərlər formasında. Siniflər sözü tələffüz olunur siniflər formasında. Bayraqlar sözü tələffüz olunur bayraqlar. Baxın, bayraqlarda lar olduğu kimi qalır. Bir dənə G burada X-yə keçir. Tam tələffüzünü də burada yazım. Bayraqlar olur. Yəni, bayraqlara görə biz A-nı götürə bilmirik. Adamlar sözü olur elə adamlar formasında, adamlara görə elə B-ni də götürə bilmirik. İnsanlar tələffüzdə olur insanlar formasında. Bağlar olur bağdar formasında. Yəni B bəndi adamlara görə götürülə bilməz. Dostlar sözü tələffüz olunur dostlar formasında. Ölkələr elə yazıldığı kimi tələffüz olunur. Ölkələr, ölkələrə görə C-ni də götürə bilmirəm. Məktəblilərdəki lər də yenə olduğu kimi qalır. Məktəbdər olur daha doğrusu. Ölkələrə görə C bəndini götürə bilmirəm. Axşamlar tələffüzdə olur axşamlar. Yəni yazıldığı kimi. Axşamlara görə D-ni də götürə bilmirəm. Gecələr, gündüzlər. Burada bir dənə gündüzlər fərqli tələffüz olunur. Olur gündüzlər formasında. Amma axşamlar və gecələr sözündə olduğu kimi qaldığına görə D bəndi uyğun deyil. Sonra həyətlər sözü tələffüz olunur həyətdər formasında. Qazlar tələffüz olunur qazdar formasında. Ulduzlar tələffüz olunur ulduzdar formasında. Deməli, hər birində lar fərqli tələffüz olunur. Cavab Y variantı. Davam edirik növbəti sualdan. Tələffüz formasında verilmiş sözlərdən yalnız birində çıxlı xal şəkilçisi vardır. Onun vətəndən çıxdığı düz 5 ildir. Vətəndən çıxdığı haradan? Sualına verirəm. Haradan da çıxlı xalın sualıdır. Elə A variantı uyğun gəlir. Müğənni çox ürəklə oxuyurdu. Yəni, müğənni necə oxuyurdu? Ürəklə oxuyurdu. Burada L şəkilçisinin nən kimi tələffüzüdür. Palaza bürün, ellə sürün. Eldən sürün yox. Ellə süründür bu. El ilə sürün. Ellə sürün. İlə qoşmasıdır burada. Dan-dən deyil. Birdən güclü külək başladı. Birdən sözündəki bir kökdür. Dən də zərf düzəldən leksik şəkilçidir. Ona görə uyğun deyil. Arxı hoppanmadan. Buradakı madanda feili bağlama şəkilçidir. Burada da çıxlı xal yoxdur. Düzgün cavabımız A variantı. Söyüddən bağ saldım, peyvəst eylədim, almasın, heyvasın, narın görmədim. Misralarında altından xət çəkilmiş sözlər ismin hansı halındadır? Almasını, heyvasını, narını görmədim. Təsirli yalı təbii ki. İsimlərə arıcı olaraq hansı qrammat şəkilçiləri artırılır? Hər hansı bir isim götürək, məsələn, kitab. Və artıraq, kitablarımızdandır. Sırayla desək, cəm 2, mənsubiyyət 3, dan haldır 1 və xəbərli şəkilçisi. İndi xəbərli burada qeyd olunmayıb. Xəbərli istəsəydi əgər, məsələn 4 qoyub xəbər yazsaydı, onu da götürə bilərdik. Sıralama 2, 3, 1 olacaq C variantı. Hansı cümlələrdə yalnız adlı xalda olan isimlər işlənmişdir?
isimlər işlənmişdir. Biz əvvəlcə cümlədəki isimləri tapmalıyıq, sonra onların hallarına baxacağıq. Onun çarpayısı kiçik bir otaqdadır. Burada çarpayı isimdir, otaq isimdir. 2 dənə isim var. O əvəzlikdir, kiçik sifətdir. Deməli, biz onları götürə bilmirik. Çarpayısındakı s mənsubiyyətdir, adlı hallı isimdir, otaqda yerli haldır. Deməli, yalnız adlı hal deyil, yerli hal da var. Bir uyğun deyil. Gözləri gülür, ürəyi sakit-sakit döyünür. Burada gözlər və ürək 2 dənə cəmi isim var. Onun gözləri gülür, i mənsubiyyətdir. Onun ürəyi sakit-sakit döyünür. Hər ikisində mənsubiyyətdir, deməli adlı hallı isimlərdir. Xəstəxananın qapısı ağzında bir qadın dayanıb. Burada xəstəxana, qapı, ağız, qadın 4 dənə isim var. Xəstəxananın yiyəlik haldır. Deməli, yalnız adlı hal deyil. Qapısı adlı haldır, ağzında yerli haldır. Yəni, burada yiyəli və yerli hal var əlavə olaraq. Ona görə 3 uyğun deyil. Dünən gördüyü dəri çanta bugün orada yox idi. Dünən zərfdir, gördüyü fe'li sifətdir. Dəri isimdir, dərini götürə bilirəm. Çanta isimdir. Bugün zərfdir, ora zərfdir. Yox idi, yox predikativ sözdür. Yəni, burada 2 dənə isim var, dəri və çanta. Hər ikisi adlı halında olan isimdir. 4 uyğun gəlir. Burada deyə bilərsiniz ki, nə çanta, hansı çanta, dəri çanta. Dəri burada hansı sualına cavab verən təyindir. İsimlər sifət mövqeyində işlənə bilir, yəni cümlədə təyin ola bilər. Amma bu ismin hansı halda olduğunu dəyişdirməz. Bu zaman adlı hallı isim cümlədə təyin ola bilər. Yaz yağışı bar gətirər, qış yağışı qar. Baxın, yaz isimdir, yazın yağışı. Bu qeyri-müəyyən yəli haldır. Və ya qış isimdir, qışın yağışı. Qeyri-müəyyən yəli haldır. Adlı haldan əlavə yəli halda var. Eyni zamanda baxın, bar gətirər, barı gətirər. Təsirli halda var. Demək ki, burada uyğundur 2 və 4. Y variantı. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Kənddə bir qohumdan başqa heç kəsi qalmamışdı. Doğrudur. İsimlər eyni haldadır. İsimlərə baxıram. Kənddə qohumundan 2 dənə isim var. Kənddə yerli haldır, qohumundan çıxışlı haldır. Deməli, eyni haldadır fikri səhvdir. Deməli, doğrudurun altındakı fikir doğru olmalıdır. Amma bu səhvdir. Səhvdirsə, mənim üçün uyğun deyil. Mənsubiyyə şəkilçili isim var. Qohumundan, onun qohumu, qohumundan. Deməli, bu mənsubiyyə şəkilçili isimdir. Deməli, bu fikir doğrudur. Doğrudursa, doğrudurun altından 2-ni götürmək olar. İsimlər yazıldığından fərqli tələffüz olunur. Kənddə sözünün tələffüzü olacaq kənd, də formasında. Qohumundan tələffüz olunacaq qohumundan formasında. Yəni, 2 dənə isim var, hər ikisi fərqli tələffüz olunur. Bu, yenə doğru fikirdir. İndi yanlışın altından yanlışı seçməliyik. İsimlərin quruluş növləri fərqlidir. Kənddə sözünün quruluşuna baxıram, sadə sözdür. Qohumda, bu da sadə sözdür. Qohumu, qohumundan 2 dənə qrammatik var. Yəni, bu isimlərin quruluş növləri fərqlidir şərti yanlışdır. Yanlışın altındakı 4 uyğun fikirdir. İsimlər ümumidir, təkdədir. Kənd, qohum, bunların hər ikisi ümumidir və təkdədir. Bu doğru fikirdir. Doğru fikir bizə lazım deyil. Çünki yanlışın altında doğru uyğun deyil. Deməli, uyğunlar oldu 2, 3 və 4. Doğrular 2, 3, yanlışda 4 oldu. Cavab A variantı. Davam edən növbəti sualdan. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. İsmin quruluşca müxtəlif növlərinə aid nümunə var. Quruluşca. Aç toyuq yuxusunda darı görər. Burada yoxdur. Ağıllı uşaq özünü bələkdə göstərər. Ağıllı uşaq özünü bələkdə göstərər. Ağıllı necə? Bu sifətdir. Bələk sözü ağıllı uyğun deyil. Bələk sözü bələmək sözündən əmələ gəlib. Bu düzəltmə isimdir. Uşaq da sadə isimdir. Yəni, uşaq sadə, bələk düzəltmə. Bunu götürmək olar. İkinci şərtə baxıram. İsmin quruluşca yalnız bir növünə aid nümunə var. Ağıllı düşmən ağılsız dostdan yaxşıdır. Burada dost, düşmən fikir versəz, ikisi də sadə isimlərdir. Yəni, yalnız bir növünə aid nümunə var. İkisi də sadədir. Deməli, 3 uyğun gəlir. Bağı bağban yeyər, qoyunu çoban. Bağı sadədir, bağban düzəltmədir. Yəni, biri sadə, biri düzəltmə. Yəni, yalnız bir quruluş növü yoxdur. Burada həm sadə var, həm də düzəltmə var. Bu uyğun deyil. Yəni, 2 və 3 doğru fikirlərimiz olacaq. Cavab Y variantı.
Davam edirik növbəti sualdan. Verilmiş cümlədəki isimlərlə bağlı doğru fikirləri müəyyən edin. Yoğun barmaqları titrəyir, damarları tel kimi gərilirdi. Barmaqlar burada isimdir, damarlar isimdir, tel isimdir. 3 dənə isim var. Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər var. Barmaqları, yəni onun barmaqları titrəyir, onun damarları gərilirdi. 2 dənə isim var, yəni isimlər deməsi də burada doğrudur. Mənsubiyyət şəkilçili isimlər təsirli haldadır. Yanlışdır. Mənsubiyyət şəkilçisi varsa titrəyir nə? Barmaqları. Bu adlı haldır. Nə? Damarları. Cümlədə yalnız adlı halda olan isimlər işlənmişdir. Tel kimi titrəyirdi. Doğrudur. Tel də adlıqdır. Damarlar da barmaqlarda. Bu uyğun fikirdir. Bütün isimlərin tərkibində qrammatik şəkilçisi var. Bütün isimlərin tərkibində qrammatik şəkilçi var. Deməli, bu şərtdə barmaq isminin tərkibində qrammatik var. Lar cəm və burada mənsubiyyət. Damarlarında eyni damarlar qrammatik var. Amma tel ismində qrammatik şəkilçi yoxdur. Deməli, bu yanlışdır. İsimlərin quruluşuna görə növləri eynidir. İsimlər də barmaqlar sadədir, damarlar sadədir, tel sadədir. Bu doğru fikirdir. Bizdən doğruları istədiyinə görə 1 və 5 düzgün cavabımız olacaq. 3 də var burada. 1, 3, 5 Y variantı. İsimdən düzələn isimləri müəyyən edin. Meydança meydan ismindən düzəlib, təmizlik təmiz sifətindən. Deməli, A olmaz. Yataq yatmaq feilindən düzəlib, deməli, C olmaz. Evdar ev ismindəndir, yatağa görə C bəndə uyğun deyil. Daşlıq daş ismindən daşlıq uyğundur. Dinləyici dinləmək feilindən düzəlib, feildən əmələ gəldiyinə görə uyğun deyil. Güllük gül ismindən güllük uyğundur. Çay ismindən çaylaq uyğundur hər ikisi. Meşə ismindən meşəlik uyğundur. Yaxşı sifətindən əmələ gəldiyinə görə bu uyğun deyil. Deməli, düzgün cavabımız B bəndə olacaq. Nə xoşdur ellərin şirin avazı, güldü ölkəmizin çiçəkli yazı. Şairin qələmi, aşığın sazı, bülbülü mat qoyan dillər bizdədir. Nümunəsində altından xət çəkilmiş sözlərdən yalnız biri təsirli haladır. Ellərin, yəlik, avazı, mənsubiyyət. Bu adlı haldadır. Güldü ölkəmizin çiçəkli yazı. Ölkəmizin yazı, yəlik, mənsubiyyət adlı haldır. Şairin qələmi, aşığın sazı. Bunların hamısı mənsubiyyətdir. Bülbülü mat qoyan, nəyi bülbülü? Bura təsirli haldır. Demək, doğru cavab D variantı. Feildən düzəlmiş isim hansı cümlədədir? Çəki daşları tərəzinin yanındaydı. Çəkməkdən çəki feildən düzəlmiş isimdir. Elə doğru cavab A variantı olacaq 108-ci sualda. Görkəmli alimdir. Burada alim isimdir, amma sadə isimdir. Görkəmli sifətdir. Qorxaq, qorxmaq feilindən qorxaq bu sifətdir. Kölgəsindən ürkər. Burada kölgə sadə ismi var. Yağışlı havada, burada yağmaqdan yağış, yağışlı sifətdir, isim deyil. Hava sadə isimdir. Əsər əlamət mürəkkəb isimdir, qalmamışdır. Kəskin söz, kəskin bu sifətdir. Söz isimdir, qılınc isimdir, amma bunlar da sadədir. Ona görə cavab A variantı olacaq. 109. Feildən düzəlmiş isim. Qorxaq, qorxmaq feilindən əmələ gəlib. Bu feildən düzəlmiş sifətdir, amma qorxaq necə? Hərbi təlim uğurla başa çatdı. Hansı təlim? Hərbi təlim. Bu düzəltmədir, amma bu da sifətdir. Ölçü vahidləri ölçməkdən ölçü. Nə ölçü? Feildən əmələ gəlib, deməli cavab C-dir. Bilikli, bilik ismindən düzəlmiş sifətdir. Şagirdlər ikinci burada saydı. Tura buraxıldılar. Buraxılmaq da feildir, isim deyil bunlar. Tutqun necə? Tutmaq feilindən əmələ gəlmiş sifətdir, bu isim deyil. Hava isimdə, amma sadədir. Yavaş-yavaş açılırdı, başqa isimdə yoxdur. Cavab C variantı. Elin gücü, selin gücü cümləsində buraxılmış şəkilçi. Elin gücü, selin gücüdür. Burada buraxılar. Çünki cümlə halına düşməlidir bu. Cümlə halına düşməlidirsə, deməli xəbər olmalıdır. Ona görə də burada doğru cavab olacaq C variantı, xəbərlik. Birləşmələrin birində birinci tərəf yəlik halda olan mənsubiyyət şəkilçili isimdir. Baxın, yenə 3 dənə şərt istəyir. Əsas isim olsun. Yəlik hal olsun. Eyni zamanda mənsubiyyət olsun tərkibində. Qəlbin incəliyi, qəlb, qəlbin. İn burada yəlikdir, qəlb isimdir, amma mənsubiyyət yoxdur. Ona görə A olmaz. Oxumağımın bəhrəsi. Oxumaq ümumiyyətlə məsdərdir, isim deyil. B olmaz. Gözümün nuru, göz isimdir. Mənim gözüm mənsubiyyət, gözümün yəlik hal. İsimdir, mənsubiyyət var, hal var. Hər 3 şərtə uyğun gəlir. Bizim qızlar, biz əvəzlikdir, isim deyil. Ona görə uyğun deyil.
Birisinin yazdığı, biri də yenə qeyri-müəyyən əvəzlikdir. Bir sayından əmələ gəlir. Burada uyğunsuzluq var. Doğru cavab C variantı. Hansı cümlədə yəli halda olan sözlə başlanmır? İşin çətinliyi onu qorxudurdu. İşin çətinliyi, yəli mənsubiyyət. Deməli, bu başlayır. Sözlərim məni çox düşündürdü. Baxın, yəli halı yoxlamaq üçün nə edirdim? Əvvəlinə sənin artırırdım. Sənin sözlərin məni çox düşündürdü. Rahat artıra bilirəmsə, deməli, buradakı in mənsubiyyətdir. Artıra bilmədiyim yəli haldır. Bax, indi hamısını artıraq. Sənin işin çətinliyi onu qorxudurdu. Olmaz. Sənin ayın ikisində qardaşımın ad günüdür. Olmaz. Sənin mənim təzə qaydalardan, ümumiyyətlə, mən əvəzlikdir, isim deyil. Sənin baş ağrısı məni bezdirib olmaz. Baş ağrısı başın ağrısı deməkdir. Bu özü qeyri-müəyyən yəli haldadır. Deməli, düzgün cavabımız B variantı olacaq. Hansı cümlə yəli halda olan sözlə başlayır? Yenə eyni qaydada sənin artırmaq lazımdır. Səpin bu il biraz gecikdi. Sənin səpin bu il biraz gecikdi. Olmaz. Səpinin olsaydı, uyğun gələrdi. Səpin ümumiyyətlə nə sualına cavab verir? Səpməkdən əmələ gəlir. İn burada isim əmələ gətirən leksik şəkilçidir. Sözlərin məni xeyli düşündürdü. Sənin sözlərin məni xeyli düşündürdü olur. Çünki in burada mənsubiyyətdir. Yəli hal deyil. Yuxarı şərtdə yəli halda olan sözlə başlanmır deyildi. Burada başlayır deyir. Baxın, iki şərt arasında fərq var. Ona görə bu mənsubiyyət olduğuna görə götürə bilmirəm. Sənin maşın bugün yaxşı işləyir. Maşın bugün yaxşı işləyir. Burada ümumiyyətlə heç bir hal yoxdur. Bizim birlikdə görüləcək işlərimiz çoxdur. Biz özü əvəzlikdir. Şərt söz deyir. Baxın, isim demir. Əgər desəydi ki, hansı cümlə yəli halda olan isimlə başlayır, bu zaman mən bizim variantını götürə bilməzdim. Çünki biz əvəzlikdir. Şərt isə söz deyir. Söz dediyi zaman bütün nitq hissələrinə şamil ola bilər. Ona görə bizim yəli halda olan sözdür. Cavab D variantı. Aldın əlimdən hər ixtiyarı almaq burada feildir ümumiyyətlə. Doğru cavab D variantı. Yəli halda olan söz hansı cümlədədir? Əlində körpəni oynadır qarı, onun əli əlində bu yerli haldır. Körpəni kimi təsirli haldır, oynadır qarı, qarı adlı haldır. Göstərir uzanan dilsiz yolları. Burada yəli hal yoxdur. Qapıya gələni əliboş qaytarmazlar, qapıya yönlü haldır. Gələni təsirli haldır. Burada yoxdur yenə yəli hal. Böyük bir dəstə bayrağın önündən keçdi. Bayrağın önü, yəlik, mənsubiyyət. Deməli, bayrağın sözü yəli haldadır. Doğru cavab C variantı olacaq. Kitabı həmişə özünə dost bil. Kitabı təsirli haldır, özünə yönlü haldır. Kitabın evdə qalıb. Baxın, ın burada var. Onun yəli olduğunu yoxlamaq üçün əvvəlinə sənin artırıram. Sənin kitabın evdə qalıb deyə bilirəm. Deməli, ın burada yəli yox, mənsubiyyətdir. Ona görə Y variantı olmaz. Cavab C variantı. Hansı cümlələrdə xəstə sözü adlı haldadır? Xəstənin vəziyyəti yaxşılaşırdı. Xəstənin yəli, vəziyyəti mənsubiyyət. Burada yəlikdir. Baş həkimin xəstəsi, baxın, si bitişdirici mənsubiyyətdir bu. Deməli, adlı haldadır. O, palatada xəstə görmədi. Yəni, xəstəni görmədi. Bu qeyri-müəyyən təsirli haldır. Xəstə ağrıdan şikayət edirdi. Kim xəstə? Adlı haldır. Xəstəni müayinə etdilər. Kimi? Bu da təsirli haldır. Deməli, adlı halda oldu 2 və 4. Cavab B bəndi. Sənin biçinin söz birləşməsindəki in şəkilçiləri hansı bənddə düzgün izah olunub? Birinci in yəlikdir. Biçməkdən biçin ismi əmələ gəlir. Biçinin, bu da mənsubiyyətdir. Deməli, yəlik, leksik və mənsubiyyət. Hal, feildən cələn isim, mənsubiyyət. Cavab B variantı. Düşüncə isminin morfoloji xüsusiyyətlərlə bağlı səhvi istəyir. Tərkibində bir şəkilçi var. Deməli, düşünməkdən düşüncə. Doğrudur. Düzəltmədir, doğrudur. Mücərrət mənalıdır, doğrudur. Sözün kökü düş feilidir, yanlışdır. Düşünmək feilidir. Feildən cələn isimdir, doğrudur. Cavab oldu D bəndi. Sinif sözünə aşağıdakılardan hansı şəkilçi qoşulduqda söz kökünün son saiti düşür? Təbii ki, saitlə başlayan şəkilçi qoşulmalıdır. İ saitdir, D samitdir, S samitdir, L və D. Fikir verin, hamısı samitdir, bir dənə in saitlə başlayır. Düzəltmə isimlər işlənən nümunəni müəyyən edin. Namərd körpü salsa onda ad olmaz. Namərd var burada. Amma bu da sifətdir. Alçaqlıq insana bir sənət deyil, ucalıq yaxşıdır. Alçaqlıq, ucalıq. Bu lıq şəkilçiləri hər bir məqamda isim əmələ gətirir. Yəni verilən bu nümunədə ona görə B bəndini götürmək olar. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Burada düzəltmə yoxdur. Körpə mışıl-mışıl yatırdı. Burada da yoxdur.
Payız olur, əsir soyuq küləklər. Burada soyuq sözü bir dənə düzəltmədir. O da sifətdir. Başqa da yoxdur. Cavab B bəndir. Cümlələrin birində düzəltmə isim işlənib. Payız olur, əsir soyuq küləklər. Yenə soyuq sözünü verib burada. Bu düzəltmə sifətdir. İsim deyil. Namərd körpü salsa, elə bayaqki nümunələrdir. Namərd bu da düzəltmə sifətdir. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağım orada dikəlsin. Demək, burada düzəltmə söz yoxdur. Bunu da çıxıram. Bu dil bizim ruhumuz, eşqimiz, canımız yoxdur. Yaxşılıq insana bir sənət olsun. Bəli, lıq var burada. Cavab Y variantı. Hansı cümlələrdə isimlərin hər biri fərqli haldadır? Bütün uğurlarıma görə gənclik çəkdiyim aclıq və əzablara borcluyam. Baxın, isimləri deyirsə, özdə hər biri deyir. Bütün isimləri müəyyənləşdirmək lazımdır. Uğur isimdir, gənclik isimdir, aclıq isimdir, əzab isimdir, borclu sifətdir. Deməli, 4 dənə isim var. Uğurlarıma yönlük haldır, gənclikdə yerlik haldır. Aclıq və əzablara. Burada əzablara söz də yönlük haldadır. Uğurlarıma, əzablara ikisi də yönlük hal olduğuna görə fərqli hallar deyil. Yetişmək üçün meyvənin günəşə, cavanın məsləhət dinləməyə ehtiyacı var. Meyvə, günəş, məsləhət, ehtiyac. 4 dənə isim var. Meyvənin yiyəlik, günəşə yönlük, məsləhət adlıq, ehtiyacı var. Dinləməyinə ehtiyac var. Bu da adlıq haldır. Deməli, yetişmək üçün meyvənin günəşə, cavanın məsləhət dinləməyə ehtiyacı var. Deməli, meyvə isimdir, günəş isimdir, məsləhət isimdir, ehtiyac isimdir. Meyvənin yiyəlik haldır, günəşə yönlük haldır. Məsləhət dinləməyinə, məsləhəti dinləməyinə təsirli haldır, ehtiyac adlıq haldır. Hamısı fərqlənir. İkini götürəcəm. Qorxaq adam isimdir. Həmişə başqalarında qorxu isimdir, hiss isimdir. Oyatmağa çalışır. Burada 3 dənə isim var. Deməli, adam adlıq haldır. Qorxu hissi qorxunun yiyəlik haldır. Qorxu hissini oyatmağa, bu da təsirli haldır. Adlıq, yiyəlik, təsirli. Üçü də fərqlidir. Köhnə paltar geyinmək təzəsini dilənməkdən yaxşıdır. Burada bircə dənə isim var, o da paltardır. İsimlərin hər biri fərqli haldadır. Yəni, hər hansı ikinci bir isim yoxdur ki, burada bir müqayisə aparaq. Ona görə uyğun deyil. Ağıllı adam öz səhvini düzəltməyə çalışır. Axmaq isə sonacan səhvi üzərində düşünür. Burada adam daha sonra səhvini və səhvi isimləri var. Sonacan, son da var daha doğrusu, 4 dənədir. Adam adlıq haldır, səhvini təsirli haldır. Öz səhvi üzərində, səhvinin üzərində yiyəlik haldır, sona yönlük haldır. Hamısı fərqlidir. 5-i götürmək olar. Hər biri fərqli oldu. 2, 3, 5. A variantı. Verilmiş cümlələrlə bağlı ortaq fikirləri müəyyən edin. İsimlər quruluşuna görə sadədir. Bu, bizim həyat yolumuzda bitmiş tikan koludur. Sadədir. Həyat yolumuzda tikan kolu. Bəli, hamısı sadədir. Düzdür bu? Həyətimiz, evimiz suyu sovrulmuş dəyirman kimi boş idi. Həyətimiz, evimiz, su, dəyirman. Hamısı sadədir. Bəli, bir ortaqdır. Götürmək olar. Mənsubiyə şəkilçili isimlər işlənmişdir. Yolumuz mənsubiyyətdir. Tikanın kolu, u mənsubiyyətdir. 2 dənə var, uyğundur. Həyətimiz, evimiz, burada da var mənsubiyyət. Yenə uyğun gəlir. Qeyri-müəyyən yiyəlik halda olan isimlər var. Həyat yolumuzda, bizim həyat yolu, burada müəyyən yiyəlik var. Tikanın kolu, burada qeyri-müəyyən yiyəlik var. Qeyri-müəyyən yiyəlik halda olan isimlər var deyir. Amma bir dənə isim var. İsimlər var şərti uyğun deyil. Həyətimiz, evimiz suyu sovrulmuş dəyirman kimi boş idi. Burada ümumiyyətlə yoxdur. Deməli, 3 ortaq deyil. Mənsubiyə şəkilçili isim hal şəkilçisi də qəbul etmişdir. Deməli, burada mənsubiyyət qəbul etmiş yolumuzda, bəli, mənsubiyyət qəbul etmiş isim hal qəbul edib, uyğun gəlir. İkinci nümunədə həyətimiz, evimiz mənsubiyyət qəbul edib, amma burada hal şəkilçisi yoxdur, uyğun gəlmir. Mənsubiyə şəkilçisi isimlər müxtəlif hallardadır. Həyətimiz, evimiz burada eyni hallardadır, uyğun gəlmir.
1 və 2. Doğru cavabımız A variantı olacaq. Davam edirik növbəti sualdan. Tünd qara hərflərlə yazılmış şəkilçilərlə bağlı klasterə uyğun fikirlidir. Qarabağın təbiəti, Qarabağın ın burada yiyəlik haldır. Əşyanın hansı şəxsə aid olduğunu bildirir. Doğma Şuşamız, sənin kitabın, komandamızın kapitanı dəniz sahili. Yəni biz əşyanın hansı şəxsə aid olduğunu ifadə eləyən şəkilçiləri müəyyənləşdirməliyik. Təbii ki, burada söhbət mənsubiyyə şəkilçilərindən gedir. Qarabağın təbiətindəki ın dedik yiyəlik halı, deməli uyğun deyil. Doğma Şuşamızımız burada mənsubiyyətdir, demək götürmək olar. Sənin kitabın ın burada mənsubiyyətdir, götürmək olar. Komandamızın kapitanı, burada mızı işarə eləyiblər. Burada mənsubiyyətdir, bizim komandamız. Bunu götürmək olar. Dəniz sahilini, baxın sonuncu ini işarə eləyiblər. Çünki dənizin sahili, əgər bunu işarə eləsəydilər, bu mənsubiyyətdir. İkinci isə təsirli haldır. Ona görə götürə bilmirəm. Demək 2, 3, 4 düzgün cavabımız olacaq. Burada B variantı. Çərçivə daxilinə verilmiş sözlə bağlı doğru fikirlərdir. Həmin mağazada qızıl saat satılır. Qızıl isimdir. Bu cümlədə təyin vəzifəsindədir. Necə sualına cavab verilib? Qeyri-müəyyən təsirli haldadır. Qızıl saat, xeyr, adlıq haldadır. İsimdir, düzdür. Cümlədə mübtəda vəzifəsindədir. Səhvdir. Satılır nə saat, hansı saat? Qızıl. Təyin vəzifəsindədir bu. Cümlədə necə sualına cavab verir? Düzdür. Təyin vəzifəsindədir. Düzdür. Əşya rəngini bildirir. Səhvdir. Deməli 2, 4, 5 doğru fikirlərdir. Cavab C variantı. Hansı cümlənin əvvəlindəki ismə hal şəkilçisi artırmaq olar? Dəniz dünən olduğu kimi yenə dalğalı idi. Əvvəlindəki ismə dənizə hal şəkilçisi artırmaq olmaz. Bulaq suyu göz yaş kimi şəffaf idi. Bulağın suyu demək olar. Körpə səsi isim dediyinə görə bu körpə sifətdir. Ona görə uyğun gəlmir. Kitab oxuyanda, kitabı oxuyanda demək olar. Kitabı oxuyandan sonra danışarıq. Uyğun gəlir. İstirahət vaxtı musiqi dinləyəcəyi. İstirahətin vaxtı demək olarmı? Xeyr. Baxmayaraq ki, bu qeyri-müəyyən yiyəlikdir, amma istirahətin vaxtı olmur. Deməli 2, 4 uyğun cavabımız olacaq D variantı. Hansı isimlərə cəm şəkilçisi artırmaq olmaz? Deməli əhalilər olmaz, kütlələr olar, həkimliklər olmaz, xalqlar olar, türkçülüklər təbii ki olmaz, sürülər olar. Olmazların qarşısına çıx qoymuşam. 1, 3, 5 olmaz. Nömrələnmiş sözlərdən hansılar adlıq halda olan isimdir? Nağıllar və təmsillər ictimai yaralara qarşı kəskin mübarizə vasitəsidir. Xalqımızın mənəvi sərvətdir. Adlıq halda olan isimləri işarə eləyirəm. Nağıllar, təmsillər, kəskin sifətdir. Mübarizənin vasitəsi bu yiyəlik haldır. Vasitəsi adlıq haldır. 6. Xalqımızın bu yiyəlik haldır. Mənəvi sifətdir. Sərvəti xalqımızın sərvəti bu i mənsubiyyətdir. Deməli adlıq haldadır. 1, 2, 6 və 9. Nömrələnmiş sözlərdən hansılar adlıq halda olan isimlər? Eyni tipli sualdır. Ana bizim şərəfimizdir, onun məhəbbəti sonsuzdur. İnsanın bütün gözəl cəhətləri günəş şüasından və ana südündən yaranmışdır. Ana adlıq halında olan isimdir. Şərəfimiz bizim şərəfimiz. Bu da mənsubiyyətdir, adlıq haldadır. İnsanın yiyəlik haldır. Bütün gözəl cəhətləri, yiyəliyin qarşıdakı i mənsubiyyət adlıq hal göstərir. Deməli, burada onun məhəbbətini unutdum. Onun yiyəlik məhəbbəti i mənsubiyyətdir, adlıq haldır. Günəş şüasında günəşin şüası bu yiyəlik haldır, adlıq deyil. Şüasından çıxışlı haldır. Ana südündən ananın yiyəlik haldır. Südündən çıxışlı haldır. Yəni 1, 2, 3, 5 adlıq haldır. Nümunədə nömrələnmiş sözlərdən hansılar adlıq haldadır? Füzuli yurdunun qəm səsidir bu. Pərişan bir ilin naləsidir bu. Füzuli yurdun, yəni Füzulinin yurdu, Füzulinin yurdunun, fikir verin, ikisi də yiyəlikdir hələ ki. Qəm səsidir, qəminin səsi i burada mənsubiyyətdir, adlıq haldır. Pərişan bir ilin, pərişan necə? Sifətdir, bir elin yiyəlikdir, naləsi mənsubiyyətdir, adlıq haldır. Deməli, adlıq hal 3 və 6 olacaq sadəcə. Nümunədə nömrələnmiş sözlərdən hansılar adlıq haldadır? Xeyr, o vaqifdir, vəcdə gələrək bəzən qamçılayır zəmanəsini. Allah da çox sevir şeirin səsini.
Sözlərdəndir. Baxın, isim istəmir. Deməli, bütün sözləri götürə bilərəm. O adlı haldadır. Vaqifdir adlı haldadır. Zəmanəsini təsirli haldadır. Allah sevir adlı haldadır. Şeirin yiyəlikdir. Səsinni təsirlikdir. Deməli, 1, 2, 4. Hansı cümlələrə təsirli halda olan isim var? Divarı nəm çürüdər insanı qəm. Divarı, insanı. Burada var. Biri götürəcəm. Dərdi var, dərmanı var. Onun dərdi var, onun dərmanı var. Onun artıra bildiyimə görə əvvəlinə bu olacaq ikisi də mənsubiyyət, yəni adlı xal. Cavanlıqda daş daşı, qocalıqda ye aşı. Daşı, daşı, qeyri-müəyyən təsirli hal, ye aşı. Nə ye aşı? Burada müəyyən təsirli hal var, uyğundur. Azacıq aşım ağrımaz başım. Yoxdur. Dostu dar gündə sınayarlar. Dostu dar gündə kimi? Dostu. Burada təsirli hal var. Gücü çatan işdən yapışardı. Onun gücü burada yoxdur. Deməli, olanların qarşısına üstə gəlib qoymuşam. 1, 3 və 5. Şair sözü hansı cümlələrdə yiyəlik haldadır? Şair düşüncəsini romantikasız təsəvvür etmək. Yəni, şairin düşüncəsini romantikasız təsəvvür etmək olmaz. Yiyəlik haldır. Şairlər peyğəmbərlərdən sonra müqəddəs övliyalardır. Adlı haldır. Xalq şairi olmaq çətindir. Xalqın şairi burada mənsubiyyətdir. Adlı haldır. Şairin yazdığı əsərlər. Şairin yazdığı yiyəlik mənsubiyyətdir. Deməli, yiyəlik haldır. Şair masa arxasında oturmuşdur. Kim şair? Adlı haldır. Şair qazancı xalq məhəbbətdir. Yəni, şairin qazancı xalq məhəbbətdir. Bu oldu qeyri-müəyyən yiyəlik hal. Yiyəlik hallar oldu 1, 4, 6. Davam edirik növbəti sualdan. Hansı sözlər yiyəlik hal şəkilçisi qəbul etsə, iki hecalı söz kimi qalacaq? Hal şəkilçisi qəbul etsədir. Baxın, biz bir qrup isimləri milli və alınma olaraq iki qrupa bölmüşük. Bunu bəzən işləməyə çətinlik çəkirlər hazırlaşanlar. Burada məsələ budur ki, biz bilirik ki, məsələn, oğul sözü iki hecalı sözdür. Əgər iki hecalı söz kimi qalırsa, deməli, bu ikinci sait düşməlidir ki, mən artırdığım şəkildə iki hecalı olaraq qalsın. Milli sözlərdə isə yalnız mənsubiyyət artırılanda düşür. Alınma sözlərdə hər ikisini artıranda düşür. İndi hal şəkilçisi deyirsə, mən bilməliyəm ki, mənsubiyyət şəkilçisinə hal şəkilçisi artıranda düşmə baş vermir. Məsələn, desəm ki, oğula, a, yönlü hal artırdım, bu formada olacaq. Yəni, o düşməyəcək. Və bu söz o, ğu, la olacaq. 3 hecalı olacaq. 2 hecalı söz kimi qalmayacaq. Deməli, mən alınma sözləri götürməliyəm ki, hal şəkilçisi artıranda da ikinci saitə düşsün. Burada oğul milli, çiyin milli, şəkil alınma, qayın milli, ətir alınma, eyib alınmadır. Alınmalarda hal şəkilçisi artıranda ikinci sait düşür. Məsələn, gəlin şəkil sözündən götürəm. Şəkillə yazılacaq yönlük halda və şəkil sözü iki hecalıdır. Yönlük hal artıranda yenə də iki hecalıdır. Başa düşürsünüz, amma mən bura çiyin sözünü yönlük hal artırsam, olacaq çiyi nə? Bu artıq 3 hecalı olacaq. Deməli, alınmalar burada oldu. 3, 5 və 6. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Cümlələrin hər ikisinə aid fikirdir. Cümlələrdən yalnız birinin aid fikirdir. Baxaq. Mənsubiyyət şəkilçili isimlər işlənmişdir. Baxaq. Anam, mənim anam mənsubiyyət var. Üzümə, mənim üzümə. Burada var. Əlimi, mənim əlimi onun alnına, burada da var, avtomatik hər ikisində var, bir doğrudur. Cəm şəkilçisi qəbul etmiş isim yiyəlik haldadır. Elə bil bu sözlərin heç birini, sözlərin uyğundur. Əlimi onun alnına qoydum, ağ saçlarını. Hansı haldadır yiyəlik? Bu təsirli haldır. Deməli, uyğun deyil. Təsirli halda işlənmiş isimlər həm də mənsubiyyətə görə dəyişib. Deməli, anam üzümə baxdı. Elə bil bu sözlərin heç birini eşitmirdi. Heç birini təsirli halda olmuş söz mü deyir burada, isim mi deyir? İsim deyir. Birinci nümunə təsirli halda olan isim yoxdur heç. Yanlışdır. Hər ikisinə aid fikir yalnız burada bir olacaq. Cümlələrin yalnız birine aid fikirdir. Mənsubiyyət şəkilçisi qəbul etdiyinə görə kökdəki ikinci saitini itirən isim var. Anam üzümə baxırdı, elə bil bu sözlərin heç birini eşitmirdi. Burada yoxdur. Əlimi onun alnına, bəli, onun alnı mənsubiyyəti qəbul etdiyinə görə ikinci sait düşüb. Bu söz normalda alın yazılır. Alnına düşübdür. Deməli, yalnız birinə aid fikirdir. 4 düzdür. Eyni zamanda mənsubiyyət və hal şəkilçili
şəkilçi qəbul etmiş isimlər. Mənsubiyyət və hal. Bir sözün tərkibində eyni zamanda olsun. Üzümə var. Burada məsələn əlimi. Bu hər ikisinə aiddir. Ona görə götürə bilmirəm. Hər ikisinə aid fikrin altında yazılan uyğun fikir 1-dir. Yalnız birinin aid fikrin altında uyğun 4-dür. Deməli cavab olacaq 1, 4. Verilmiş cümlələrə əsasən uyğun fikirləri. İndi o tipli sualsa aşağı yuxarı, yəni arada qalacaq, çıx düş. Bunu artıq özünüz işləyərsiniz, dala qabağa qayıtmayacağam. Keçirəm 136-ya. Verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Göydə tez-tez ulduzlar axmış, dağlardan sərin meh əsmiş və o səhərin açılmasını gözləmişdi. Doğrudur, yanlışdır. Doğrunun altındakı fikirlər doğru götürəcək, yanlışın altındakiləri yanlışı. İsmin bütün hallarına aid nümunə var. Göydə tez-tez ulduzlar axmış. Göydə harada? Yerli hal var. Ulduzlar adlı haldır. Dağlardan çıxlı haldır. Sərin meh əsmiş. Meh adlı haldır. Və o səhərin açılmasını, nəyi səhərin açılmasını, yəni ismin bütün hallarına açılmasını təsirli haldır. Bütün hallar yoxdur. Çünki mən burada hansı halı görmədim? Deməli, yönlü halı görmürəm. Doğru deyil. Cəm şəkilçisi qəbul etmiş sözlər ismin müxtəlif hallarındadır. Ulduzlar cəm şəkilçisi qəbul edib adlı haldır, dağlardan çıxışlı haldır. Deməli, ikini doğru götürmək olar. Mənsubiyyə şəkilçili isim həm də hal şəkilçisi qəbul etmişdir. Mənsubiyyət qəbul etmiş isim. İsimdən söhbət gedir. Burada açılması feildir, uyğun deyil. Səhərin meh əsmiş, bu uyğun fikir kimi işlənməyib, yanlışdır. Yəli halda olan isim yoxdur. Deməli, göydə tez-tez ulduzlar axmış, dağlardan sərin meh əsmiş, səhərin açılmasını var. Yəli halda isim var. Yoxdur fikri yanlışdır. Yanlışı, bu yoxdur fikri səhvdir. Qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir. Göydə tez-tez ulduzlar axmış, dağlardan sərin meh əsmiş və açılmasını yoxdur burada. Qeyri-müəyyən təsirli halda isim işlənmişdir fikri yanlışdır. Mənsubiyyə şəkilçisi qəbul etmiş isim yoxdur. İsim yoxdur, bəli, açılması. Burada mənsubiyyət qəbul edən söz açılmaq feildir bu. Məstərdir. Bu doğru fikirdir. Baxın, doğrunun altında üstəgəl qoyduqlarım ümumiyyətlə doğrudur. Minus qoyduqlarım, çıx qoyduqlarım yanlışdır. Doğrunun altında üstəgəl qoyduğum lazımdır 2. Yanlışın altında çıx qoyduqlarım lazımdır 4 ilə 5. Deməli, doğru cavab burada olacaq 2, 4, 5. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramdakı doğru fikirləri istəyir. Yəli hal şəkilçisi qəbul etmiş isim quruluşda düzəltmədir deyir. Deməli, ədəbiyyatın vəzifəsi. Yəli hal ədəbdən ədəbiyyat. Bəli, düzəltmədir. Bu uyğun gəlir. Müstəqil cümlə üzvü deyil. Bəli, çünki söz birləşməsi tərkibindədir. Ədəbiyyatın vəzifəsi. İkisi bir yerdə bir cümlə üzvüdür. Yığcamlıq zəif əsəri ciddi iradlardan, oxucunu isə darıxmaqdan. Deməli, mən biri yazıram A-nın altından. 1, bu formada yazım A. Doğru fikirləri. Burada rəqəmlidir onsuz da. Baxın, A 1 ilə 2 aid olmalıdır. 3 ilə 4 ikisinin ortağı olmalıdır. B 5-6 aid olmalıdır. Yəni 1 A üçün doğrudur. 2-yə baxıram. Mənsubiyyət şəkilçili isim işlənmişdir. Mənsubiyyət, ədəbiyyatın vəzifəsi, mənsubiyyət var. Görə ikincidə varmı? Yığcamlıq zəif əsəri ciddi iradlardan, oxucunu isə darıxmaqdan. Bəli, mənsubiyyət yoxdur 2-də. Deməli, 2 üçün də doğrudur bu. 2 qrammatik şəkilçili isim var. Qrammatik şəkilçili 2 dənə olsun. Hadisə isminə baxın. Lər qrammatik, i qrammatik. Burada var. Yığcamlıq zəif əsəri ciddi iradlardan. İrad isminə lardan. Bəli, var. 3 ortaqdır ikisi üçün. Doğrudur. Tərkibində yönlü halda olan isim yoxdur. İdeyaya birinci cümlədə var, ona görə ortaq ola bilməz. Bütün isimlər müstəqil cümlə üzvüdür. 5-ci fikir, onun üçün məsələn, ədəbiyyatın vəzifəsi. Burada söz birləşməsi olduğuna görə müstəqil deyil bütün isimlər. A-ya uyğun deyil.
Yığcamlıq zəif əsəri ciddi iradlardan, oxucunu isə darıxmaqdan xilas edir. Bəli, 5 uyğundur. B üçün düzdür bu. 6-ya baxaq. Düzəltmə isimlər eyni haldadır. Düzəltmə isimlər eyni haldadır. Yığcamlıq zəif əsəri ciddi iradlardan. Burada yığcamlıq məsələn adlı haldadır. Oxucunu təsirli haldadır. Eyni halda deyil. 6 yanlışdır. Deməli 1, 2, 3, 5 doğru fikirlərimiz olacaq. Verilmiş cümlələr əsasında yanlış fikirləri müəyyən edin. Qoca heç kimə baxmadan dəmir papağı götürdü. Tarlanı gürültülü alqış səsləri bürüdü. Hansı məktəbli onun ləzzətli nağıllarını dinləməmişdi? Hər üç cümlədə adlı halda olan isim işlənmişdir. Yanlış fikir istəyir. Hər üç cümlədə adlı hallı isim işlənmişdir. Qoca heç kimə baxmadan dəmir papağı götürdü. Hansı papağı? Dəmir. Dəmir burada hansı sualına cavab verən adlı hallı isimdir. Burada işlənib. Tarlanı gürültülü alqış səsləri. Alqışın səsləri bürüdü. Səsləri mənsubiyyət şəkilçili isimdir. Hansı məktəbli? Kim məktəbli? Burada var. Hər üçündə adlı halda olan isim işlənmişdir. Bu doğru fikirdir. Təsirli halında olan isim yalnız birinci və ikinci cümlələrdir. Bir dənə üçüncü cümləyə baxaq. Görə təsirli hal varmı? Hansı məktəbli onun ləzzətli nağıllarını, nəyi nağıllarını? Səhv fikirdir bu. Üçüncü cümlədə təsirli hal var. İkinci cümlədə qeyri-müəyyənlik halda olan isim işlənmişdir. Tarlanı gürültülü alqış səsləri, yəni alqışın səsləri, qeyri-müəyyənlik hal var. Bu doğru fikirdir. Birinci cümlədə təyin vəzifəsində olan isim var. Bəli, dəmir papağı götürdü. Bayaq qeyd elədik bunu. Doğru fikirdir. Üçüncü cümlədəki isimlər ayrılıqda cümlə özvüdür. Hansı məktəbli onun ləzzətli nağıllarını... Xeyr, baxın, onun nağıllarını birlikdə söz birləşməsidir və nağıl ismi müstəqil deyil. Yanlış fikirdir. Hər üç cümlədəki bütün isimlər quruluşca sadədir. Deməli, tarla, başdan başlayaq. Dəmir, papaq, sadədir bunlar. Tarla sadədir. Alqış sadə, səs sadə. Məktəbli düzəltmədir. Deməli, bu yanlış fikirdir artıq. Bizdən ümumilikdə yanlışları istəyir. Qarşısında üstəgəl qoyduqlarım doğrudur. Çıx qoyduqlarım 2 yanlışdır. Daha sonra 5 yanlışdır və 6 yanlışdır. 2, 5, 6 düzgün cavabımız olacaq. İsim mövzusunun suallarına yekun vurduq, dəyərli izləyicilər. Siz də kanala abunə olaraq paylaşılan videolardan davamlı olaraq faydalana bilərsiniz. Sağ olun, videoları bəyənib paylaşmağı unutmayın.